Ee, Axşamınız xeyir olsun. Düşünürəm ki, məni bu gün artıq inteqrativ təbabətdə kifayət qədər bilikləri, analitik təfəkkürü olan doktorlar qulaq asır. Biz sizinlə oldu neçə illərdir gəlirik və düşünürəm ki, çoxlarınızın çox təcrübələriniz var inteqrativ təbabət sahəsində xroniki xəstəliklərin müalicəsinə deməli təcrübə toplamısınız və indi bizim işimiz nədir? İndi bizim işimiz bu təbabətdə e, daha dərin analitik təfəkkürə, klinik təfəkkürə, yəni inteqrativ yanaşaraq hər bir xəstəliyə, xüsusi olaraq xroniki xəstəliyə nə cür ona biz necə müalicə edə bilərik? Burada əsas mexanizmlər nələrdir? Yəni bunu çox geniş bir şəkildə, yəni insan kimi mürəkkəb bir orqanizmdə, canlı fəzanın ən mürəkkəb bir orqanizmində xəstəlik zamanı hansı proseslər baş verir və biz bunlara necə müdaxilə edə bilərik, necə ziyan vurmadan, tibbin əsas prinsipi olan ziyan vurmadan biz yardımcı ola bilərik. Əgər yadınıza düşürsə, biz həmişə sizinlə deməli keçmişik ki, biz bir neçə növ müalicə tanıyırıq. Simptomatik müalicə, əvəzedici terapiya, etiotropik, yəni etioloji amilə təsir və onların içərisində ən mükəmməli və ən yüksək effekti olan hər zaman patogenetik müalicə deməli hesab olunubdur. Və bu patogenetik müalicə məhz elə inteqrativ yanaşma deməkdir. Yəni ayrı-ayrı nəticələri, ayrı-ayrı simptomları anlayıb, yox, insanı bütövlükdə anlayıb. Və bu zaman, xəstəlik zamanı nələr, hansı mexanizmlər var, hansı pozulmalar var, hansı səviyyədə var, bunlar bir-biri ilə necə əlaqəlidir və biz bunlara bu bir tərəfi, yəni bunları anlayaraq və biz həkimlərin nə qədər təcrübəmiz var, yəni nə qədər müalicə üsulları bilirik. İstər qərb sistemindən, tibbi sistemindən, istər şərq tibbi sistemindən nə qədər çox müalicə üsullarını biliriksə, o qədər də biz lazım olanını müvafiq xəstəlikdə tətbiq edərək pasiyentə yardımcı ola bilərik. Biz təbii ki, inteqrativ təbabət danışanda hamımız bilirik ki, biz xroniki xəstəliklərdən danışırıq. Məsələn, inteqrativ təbabətin məhz elə bu xəstəliklərin erası 21-ci əsrdə xroniki xəstəliklərin erasının olması bu zərurəti yaratmışdı ki, artıq inteqrativ tip yaranmışdı. Və burada hər zaman tibbin atası Hipokratın sözü ilə başlayıb, Hipokratın sözü ilə də inşallah bitirəcəm. Biz bilirik ki, biz doktorların və pasiyentlərin bizim xəstəlik zamanı iki növ bizim deməli amillər var. Bizdən asılı olan və bizdən asılı olmayan. Bizdə asılı olmayan nədir? Yəni doktordan ya pasiyentin özündən asılı olmayan nədir? Onun genləridir, onun genetikası, onun yaşıdır, onun cinsiyyətidir. Bunlara biz heç vaxt deməli müdaxilə edə bilmirik, amma digər tərəfdən asılı olan və daha çox birinci növbədə pasiyentdən asılı olan amillər, onlar pasiyentlərin həyat tərzinə bağlı olan vərdişlərdir. Və o çox vacibdir və həkim inteqrativ təbabətdə həm pasiyenti həm müalicə edir, həm də onun müəllimidir. Yəni pasiyent hər zaman bizlə birlikdə işləməlidir. Əgər pasiyent bunu anlamırsa, təbii ki, bu mümkünsüzdür. Və baxın Hipokrat nə deyir? Deyir ki, xəstəliklər heç vaxt birdən-birə yaranmır. Yəni biz öz həyatımızda gündəlik kiçik günahları toplayaraq, yavaş-yavaş toplanaraq o bir gün
ağır xəstəliklərə, yəni xronik xəstəliklərə çevrilir. Və yəni ki, bu gün də, bu gün müasir 21-ci əsrin təbabətini də desəm, yəni bu gün həyat tərzi təbabəti var. Keçən həftə da bizim böyük dostumuz inteqrativ təbabət üzrə dünyada şöhrətli və bir nömrəli həkimlərdən biri olan Thomas Arturo Obirna Azərbaycanda oldu. O həm tibb universitetində, həm həkimlərin təkmilləşməsində, həm də bioloji təbabət klinikasında məhz elə bu haqda çoxlu söhbət etdi. Əslində, yəni bu hər zaman məlum olub ki, insan həyat tərzi yanlış olduqda o xəstəliklərə gedir. Sadəcə olaraq buna diqqət yetirilmirdi. İndi isə bu yenidən vurğulanır və bu da hər zaman bizim nəzərimizdə olmalıdır. Beləliklə, biz bugün sizinlə çalışacağıq allergiyanın, yəni kifayət qədər ağır xroniki bir vəziyyətin müalicəsinə inteqrativ yanaşaq, inteqrativ düşünək və görək biz burada necə bu problemi daha yüksək səviyyədə yardımcı ola bilərik. Bizim akademik müalicəmizi artırıb və çox hallarda, əgər bu uşaqdırsa, əgər bu gənc insandırsa, biz çox böyük dəstək verə bilərik, çox uğurlar əldə edə bilərik. Beləliklə, 21-ci əsrin xronik xəstəliklərindən biri də insanlarda allergik reaksiyaların çox olmasıdır və proqnoz da belədir ki, bu xəstəliklər artmaqdadır. Dünyanın onda bir hissəsi bu allergiyalardan əziyyət çəkir və hətta bugün o yerə gəlib çıxıb ki, ABŞ-da asmadan uşaqların xəstəxanaya yerləşdirilməsi ən yayılmış səbəbdir. Yəni allergik xəstəliklərin ağırı olan asma və bu artıq uşaqlarda, yəni bütün xəstəliklər, xronik xəstəliklər, onu da biz deyək ki, bunlar gəncləşmişdilər və bax, dediyim kimi, bax belə artır. Hətta atopik dermatit bu uşaqlar elə doğuşdan sonra artıq bunun başlayır bir üzə verməyə, yəni heç yəni körpələr belə bugün allergik xəstəlikdən əziyyət çəkir və bunun da təbii ki, səbəbləri var və biz bu səbəbləri anlayaraq, mexanizmləri anlayaraq biz yardımcı ola bilərik. Yəni yadımıza salaq, allergiya nədir? Allergi akademik təbabətin nöqteyi nəzərindən bu vəziyyətə baxaq və burada necə müalicə var, necə yanaşma var və biz inteqrativ təbabətdə isə buna necə yanaşırıq, nələri bilirik, patogenezində bizə hədəflərimiz nədir və hansı müalicə üsullarımız, dərmanlarımız var ki, biz burada yardımcı olaq, yəni sırf simptomatiklə, müalicə ilə məşğul olmayaq. Beləliklə, immun sistemi nədir? İmmun sisteminin başqa adı insan orqanizmasında biz belə sadə dildə deyirik, immun sistemi insanın daxili doktorudur. Yəni o hər zaman bizim inteqrativ təbabətin ana xətləri odur ki, biz hər zaman deyirik ki, insan psixoneuroendokrin immun sistemdir. Bir biosistemdir ki, hansı ki, özünü tənzim etmə və özünü sağaltma qabiliyyətinə malikdir. Lakin uzun zaman patogen amillər təsir edərsə və kompleks şəkildə təsir edərsə, hansı ki, xroniki xəstəliklərdə baş verir, təbii ki, bu zaman bu özünü tənzimlənmə qabiliyyəti pozulur və qeyri-adi reaktivlik var. Reaktivlik nədir? İmmun sisteminin cavabıdır. İnsana təsir edən amillərə qarşı cavab qoymaqdır. Bu cavab normal şəkildə də ola bilir. Əgər insan sağlamdırsa, immun reaktivliyi çox normaldır. Misal üçün, əgər bizdə iltihab baş verirsə, fizioloji iltihab, o deməkdir ki, biz orqanizm belə qorunur. Hətta bu haqda Reykjavikdə yadımıza düşür ki, hələ keçən əsrdə bu demişdi ki, iltihabın olması o deməkdir ki, orqanizmdə toksinlər toplanıb və fizioloji yolla orqanizm bunu
deməli, toksinlərdən e, azad olunur. Allergiya nə deməkdir? O deməkdir ki, immun sistemi adi bir stimula, adi bir ətrafda olan yaxud daxildə olan amillərə hansına qarşı ki tolerantlıq var, yəni immun sistemi tanıyır bunu. Bu allergiya zamanı bunu tanımır. Ona o həddən artıq qıcıqlanmış olur və bu zaman həssaslıq yüksək olur və o yenə öz toxumalarını dağıdaraq bu prosesə cavab verir. Beləliklə bu immunoloji reaktivliyin patoloji formasıdır. Əslində, yəni ki, bilirsiniz, e, uşaq doğularkən 7 yaşına qədər timus var, yəni immun sistemin akademik üzvlər var, hüceyrələr var, bunlar yetişirlər və immunoloji tolerantlıq əmələ gəlir ki, özümünkü və yad, belə deyək, bunu tanımaq üçün. Amma allergiya o deməkdir ki, doğma olan, normal olan bir şey artıq yad kimi qəbul olunur və buna qarşı reaksiya başlayır. Nədən allergiyalar belə artmışdır? Ona görə ki, ən birincisi hamınız bilirsiniz, yenə mən burada qayıdıram deməli, həyat tərzi təbabətinə, hansı ki, bu ən son istiqamətdir müasir tibbdə, yəni insanın həyat tərzinə bağlı olaraq, yəni onun qidalanmasıdır, fiziki aktivliyidir, stresidir, məişətində bunun nələri var, fizioloji halları, bu necə yaşayır, bunların hamısı çox böyük rol oynayır. Bugün insan ekologiyanın vəziyyətinin pisləşməsini hamı bilir, bu haqda çox danışmaq olur, amma düşünürəm ehtiyac yoxdur. Yəni qida zənciri ilə ekoloji ətraf mühitdə baş verən çirklənmə, qida zənciri ilə həm bitkilərə, heyvanlara və insanların canına daxil olur və təbii ki, toksikləşmə yüksək səviyyədə gedir. Gigiyenik hipoteza, yəni inkişafımız o yerə gətirib çıxarıbdır ki, bugün həddən artıq sterillik gözlənilir, amma bu da yanlışdır. Birazdan o haqda ətraflı deyəcəm. Yəni balaca insan, dünyaya gəlmiş insan ətrafda nə varsa hər bir şeylə rastlaşıb, ona qarşı deməli immun tolerantlığı bunda formalaşmalıdır. Sonra bugün biz məişətimizdə də həddindən artıq çox təmizləyici maddələr istifadə edirik. Bunlar özü də toksindirlər və insanın deməli toksikləşməsinə belə deyək yardımcı olurlar. Bugün analar, uşaqların dünyaya gəlməsi kesariya ilə baş verir. Bu da çox böyük bir amildir. Sonra bugün kesariya ilə əmələ gəlmiş uşaqlar sonra çox vaxt ana südü almırlar. Bu da çox böyük bir amildir. İmmun sisteminin qeyri-düzgün formalaşmasında, istər disbakteriozun, sonra isə immun sisteminin, yəni kesariya və ana südünü almayan uşaqlar, bu biz hər zaman bilirik ki, biz proqnozu burada verə biliriksə və xüsusi olaraq əgər valideynlərin heç olmasa birində allergik reaksiya varsa, bu uşaq da mütləq allergik olacaqdır. Sonra indi bu antibiotiklərin istifadəsi, əgər uşaq ilk yaşlarında birinci həyat yaşında antibiotik salırsa, o mütləq o deməkdir ki, onda disbioz yaranacaqdır və bu da ən birinci patogenetik amildir ki, sonra allergiya yaranacaqdır və qərb həyat tərzi, yəni bu artıq yetkinlərə və məktəblilərə, yəni qeyri-düzgün qidalanma, müxtəlif ultra deməli hazırlanmış qidalar, onlar da çox böyük ziyan orqanizmə verirlər. Bax, bu həmin dediyim bu allergiya, deməli, təbii ki, burada irsi meyillik var. İrsi meyillik nə deməkdir? İrsi meyillik o deməkdir ki, bu bizdən asılı deyil. Deyək ki, biz bilirik ki, atopiya əgər valideynin birində varsa,
uşaqda bunun olmaq ehtimalı allergik reaksiyanın sonra yaranması 50%'dir. Əgər iki valideyndə varsa, bu 70%-ə də qədər qalxır. Amma üstəgəl, bayaq dediyim kimi, əgər uşaq həddən artıq steril şəraitdə saxlanılırsa, bağçaya qoymurlar, ana südü yemir və sonra da biraz o qərb tərzində olan, həyat tərzində olan yeməklərlə qidalanırsa, mütləq bu uşaqlarda allergiya böyüdükcə allergiya özünü bir üzə verəcəkdir. Amma uşaq əgər hər bir şeydə təmasda olursa, belə deyək, e, kənd şəraitində yaşayırsa, kifayət qədər laktobatsillalar alır və onda müxtəlif infeksion xəstəliklər olursa, bunlar hamısı normaldır və o deməkdir ki, immun sistemi formalaşır və burada artıq allergiya olmur. Və bizim məşhur bu allergik marşı da yəqin hamınız bilirsiniz. Yəni gələcəkdəki yaranan atopik dermatitmi, daha doğrusu gələcəkdə atopik dermatitin astmaya çevrilməsinə buna biz allergik marş deyirik. Yəni ki, uşaq vaxtı bu cür o uşaqlar ki, yetkinlik dövründə, yəni körpə olarkən bunlarda bax mütləq allergik reaksiyalar var. Bu çox zaman dəridədir. Bayaq sadaladığım səbəblərdən bax belə uşaqlar doğulur. Zaman keçdikcə, o böyüdükcə dəridən keçir, daxilə gedir və burada biz yenə hörmətli Reykjavik'in o xəstəliklərin yaranma cədvəlini yadımıza salırıq və bilirik ki, bax bu necə xəstəlik bayırdan içəriyə gedir, biz isə müalicə edərkən əks istiqamətdə işləyəcəyik. Beləliklə, akademik təbabət bugün necə baxır? Akademik təbabətdə olan biliklərimiz allergik reaksiyalara aid nədir? Akademik yanaşmada biz deyirik ki, burada 3 mərhələ var. İmmunoloji mərhələ, patokimyəvi və patofizioloji yaxud klinik faza. İmmunoloji mərhələ nədir? İmmun sistemi nəyisə çox adi bir stimulu, təsiri tanımır və onu hiperaktivdir və onu bir yad bir varlıq kimi qəbul edərək təbii ki, buna antidisim əmələ gətirir, yaxud da sensibilizasiya edilmiş T limfositlər əmələ gəlir və bunlar, yəni insanın immun sistemi hər zaman belə çalışır, sistemli səviyyədə və komplekslər əmələ gəlir. Həmin o istər o antidisimlər yaxud sensibilizasiya olunmuş T limfositlər birləşirlər deməli antidisimlərə və dövr edirlər və beləliklə qanda immun kompleksləri dövr edir və bu ikinci mərhələdə həmin bu komplekslər çoxlu miqdarda toplanarkən immun sisteminin çox vacib hüceyrəsi olan toskun hüceyrələrin üzərinə hopurlar və bu zaman toskun hüceyrələr parçalanır və çoxlu miqdarda kimyəvi maddələr qana daxil olur. Histamin, əsas mediator histamindir, heparin, bradikinin, kininogenlər və digər maddələr ki, hansılar ki, patofizioloji mərhələni işə salırlar. Yəni, baxır hansı təbiədə, yəni dəridə, bu və ya digər sehirli qişada bu mediatorlar zədələyici təsir göstərirlər və yerindən asılı olaraq biz allergik konjunktivit, rinit, dermatit və bu kimi deməli allergik reaksiyalar görürük. Deməli bu patogenezə müvafiq olaraq akademik təbabətdə nə var? Yəni burada bir növ biz nəticə ilə necə deyərlər, mübarizə aparırıq. Təbii ki, hər bir müalicədə allergen araşdırılır və allergendən uzaq durmaq təbii ki, bu çox normaldır. Çox istər akademik təbabətdə və integrativ təbabətdə təbii ki, bu belədir. Amma eyni zamanda da həmin bu
mediatorlara. Çünki əsas mediator histamindir, hamınız bilirsiniz və bu histamin tosqun hüceyrələrin üzərində var, daxilində var və tosqun hüceyrələrin üzərində H1 reseptorlar var, hansılar ki, həmin o bayaq dediyimiz komplekslər onların üzərinə çöktükdə tosqun hüceyrələri partlayır. Və ona görə də akademik təbabətdən bizim istifadə etdiyimiz birinci yardımçı dərmanlar H1 histamin analitiklər yaxud başqa adı histamin əleyhinə dərmanlardır ki, yəni onlar blokada edirlər və ona görə tosqun hüceyrələr partlamır. Yəni nə qədər ki pasiyent qəbul edir, o qədər o patokimyəvi faza baş vermir ki, sonra klinikasında yavaşıma gedir. Amma əgər biz dayandırırıqsa, o deməkdir ki, yenidən həmin vəziyyətə qayıdır. Bundan başqa, əgər deyək ki, daha ağır formada gedirsə, burada qlikokortikoidlərdir. Və bu qlikokortikoidlərin yaxud kortikosteroidlərin belə deyək, istifadəsi, onlar yerli istifadə olunur. Bu məlhəm kimi də var. Əgər burundadırsa, bu spreylər şəklində vardır və bəzi preparatlar var ki, həm histamin əleyhinə dərmanlarla kortikosteroidlərin kombinasiyasıdır. Amma yenə də, necə deyərlər, tosqun hüceyrə üzərində hədəflər gedir və bundan başqa da biz bilirik ki, allergik reaksiya baş verdikdə eyni zamanda leykotriyen reseptorları vardır. Onlar da bu allergik reaksiyanın baş verməsində iştirak edir və akademik təbabətdə leykotriyen reseptorlarının blokatorları kimi mononukleoz kimi preparat vardır. Bu da istifadə olunur və son illərdə, yəni allergen spesifik immunoterapiya, yəni araşdırıldıqda ki, konkret, dəqiq hansı allergenlərə qarşı burada reaksiya var, o allergenləri zaman-zaman müəyyən dozalarda pasiyentə vurulur ki, o bax bu xəstəlikdən belə deyək qurtulsun, amma bu nə dərəcədə bu effektivdir, hələ bu öyrənilməkdədir, baxılmaqdadır. İndi isə baxaq görək biz necə yanaşırıq. Bizim integrativ düşüncəmiz nədir və biz burada nə cür yanaşırıq? Təbii ki, ən birincisi odur ki, insan orqanizmasında bütün proseslər bir-birinə bağlıdır. Hamınız gözəl bilirsiniz ki, biz daim bu haqda danışırıq. İnsan bir biosistemdir, yəni insana yanaşma, holistik yanaşmadır, bütöv bir sistemdir. Hansı ki, psixoneuroendokrin immun sistemi şöbələri var ki, bu insan orqanizmasını idarə edir və hər zaman bütün bu səviyyələrdə dəyişikliklər vardır. Sadəcə olaraq müxtəlif xəstəliklərdə bu dəyişmələrin belə deyək, səviyyəsi müxtəlif cürdür. Və akademik təbabətdə isə biz nə edirik? Biz yalnız o nəticəni görürük və bu nəticənin qabağını alırıq, əleyhinə gedirik, blokada edirik. İntegrativ yanaşmada isə nədir? Yəni biz orqanizmdə immun, sinir, endokrin sistemlərində və ən səviyyələrində olan dəyişiklikləri və eyni zamanda məhz bu allergik proseslərə məxsus olan patogenetik həlqə mikrobiotanın dəyişməsi və hüceyrə ətrafı matriksin səviyyəsində baş verən proseslər özünü tənzim etmə prosesinin pozulmasıdır ki, və biz çalışırıq, bax, belə sistemli yanaşaraq bu patoloji prosesləri aradan qaldıraq. Bax, belə daha sadə, belə deyək, bu səbəblər məbədi, yəni əgər allergik xəstəlik xronik bir vəziyyətdirsə və burada çoxlu səbəblər varsa, yəni uzun müddət müalicə tələb edir, çox mürəkkəb patogenezə malikdirsə, bax bunu sadə dildə biz burada əsas deməli bizim patogenetik həlqələrimizi bax bu səbəblər məbədi vasitəsilə deməli
elmdə məlum olan, yəni bu səbəblər ki, burada var, siz görürsünüz. Allergen təbii aydındır. Yəni o maddə ki, o bir nəysə bir şey ki, stimul ki, maddə ki, immun sistemi bunu tanımır və çox həssaslıqla ona reaksiya verir, allergik reaksiya verir. Bu da uzun zaman davam etdikdə bu artıq asmaya qədər gətirib çıxara bilir. Bu öz yerində. Sonra toksinlər. Bugün hansı toksinlər tanınır? Nələr akademik təbabətdə, yəni elmi olaraq ayrı-ayrı məqalələr, araşdırmalar, sübutlu təbabətlə təbii ki, bunları, bu dəyişiklikləri deyir və biz bunların hamısını nəzərə almalıyıq və bu səbəblər üzrə çalışmalıyıq ki, insana daha çox yardımcı olaq və həqiqi, belə deyək, səbəbləri, patogenetik mexanizmlərə təsir etmiş olaq. Allergenlər təbii bizə aydındır. Toksinlər, biz bunu da birazdan indi araşdıracağıq. Sonra mütləq dizbioz. Yəni bağırsaq səviyyəsində dəyişikliklər. Bu bugün akademik təbabətdə də, elmi araşdırmalarda da hər yerdə deyilir ki, insan bağırsaqlarında yaşayan mikrobların sayı onun öz insan hüceyrələrinin sayından 10.000 dəfə çoxdur və onların insanın demək olar ki, bütün xəstəliklərdə rolu olduğunu və bu xəstəlikləri, necə deyirlər, tətiklədiyi artıq elmi araşdırmalarla ortalığa qoyur. Və dizbakterioz olan yerdə, dizbioz olan yerdə hər zaman xroniki iltihab da vardır. Ümumiyyətlə, xroniki iltihab haqqında biz sizinlə çoxdan danışırıq. Biyotənzimləyici terapiyada biz bunun üzərində çox hər zaman dayanmışıq. Nə deyirik? Xroniki xəstəlik nə deməkdir? Xroniki xəstəlik o deməkdir ki, insan orqanizmasında bu və ya digər sistemdə sistemli şəkildə gedir, amma hansısa üzvdə, hansısa deyək mədə bağırsaq sistemindəmi, tənəffüs sistemindəmi, sidik cinsiyyətdə və s. digər yerdə bu deməli bu proses daha belə qabarıq şəkildə gedir və klinikanı biz o tərəfdən gedirik. Yəni biz onu bilirik ki, metabolik pozulma varsa, piyələnmə varsa, o deməkdir ki, xroniki iltihab orqanizmdə var və bizlərin genetikasından asılı olaraq, həyat tərzindən asılı olaraq bizim bu və ya digər sistemimizdə o özünü birüzə verəcəkdir. Kimdə bu şəkərli diabet olacaq, kimdə bu asmaya qədər gətirib çıxaracaq, kimdə bu xroniki hepatitlər, qaraciyərin qeyri-alkoqol piyələnməsi və digər ağır xəstəliklərə gətirib çıxaracaqdır. Xroniki iltihab varsa, mütləq asidoz da vardır. Bu da bir, belə deyək, qeyri-spesifik patogenetik mexanizmlərdir ki, bir çox xəstəliklərdə və o cümlədən allergiyada vardır. Və ən sonuncu artıq nəticə, bu cür pozulmalar uzun zaman təsir edərək nəyə gətirib çıxarır? Gətirib ona çıxarır ki, dediyim kimi o immun sisteminin hüceyrəsi, çox aktiv hüceyrəsi, tosqun hüceyrə, onlar deməli parçalanırlar və aparıcı mediator, bioloji aktiv maddə, histamin, bu və ya digər toxum qana daxil olur, o qandan isə bu və digər sistemə, toxumuya, orqana daxil olur və artıq bu immun dizbalanslığıdır və müvafiq klinik təzahürləri vardır. Yəni bu bizim əsas patogenetik həlqələrdir ki, allergiyalar zamanı biz bunlara təsir etməliyik ki, deməli bu vəziyyətdən pasiyenti çıxarda bilək. Və eyni zamanda da bayaq mən söylədim ki, insanın həyat tərzi, insanın qidalanması, yəni bunlar hamısı həyat tərzinin tərkib hissəsidir və bunlar da mütləq nəzərə alınmalıdır. Əgər insanın qidalanması doğru deyilsə, əgər insan stres yaşayırsa, stresin özü nə cür ağır, istər neyronal tənzimdə, istər endokrin sistemdə dizbalansa gətirib çıxarır. Biz onu da bilirik ki, patofiziologiya dərsliyində aydın, çox sadə yazılıbdır ki, immun sisteminin vəziyyəti sinir sisteminin və endokrin sisteminin vəziyyətindən asılıdır. Əgər orada problemlər varsa, mütləq bu immun dizbalansını da gətirib çıxacaqdır. Gəlin indi daha ətraflı, bax bu səbəblər məbədinə, bunlar konkret olaraq nədir?
nələr baş verir və sonra biz bunlara necə təsir edə bilərik. Deyək ki, patogenezin sxemi. Təbii ki, o həmin o sütunlardır, amma biz burada konkret olaraq nələr baş verir? Təbii ki, amillər, allergenlər, belə deyək, allergenlər hansılar ki, bura gətirib çıxaracaq. Allergenlərin uzun zaman təsiri bu eyni zamanda da gətirib İstər bu toksinlər olsun, qidalanmada olsun, infeksiyalar olsun, antibiotiklərin istifadə, ətraf mühit, ağır metallar, bunlar hamısı nəticə etibarilə mikrobiotanın pozulmasına gətirib çıxaracaq və bu gün buna disbioz deyilir və burada tərkib dəyişir. Ətraflı danışacağıq. Mikrobiotanın pozulması növbəti mərhələdə bariyerlərin zədələnməsinə və xüsusi olaraq bağırsaq bariyerinin pozulmasına gətirib çıxarır. Biz buna artıq hamı gözəl biz bilirik. Buna dəlikli bağırsaq deyilir, aşüzən bağırsaq deyilir, hansı ki, məhz immun disfunksiyasının yaranmasında çox mühüm rol oynayacaqdır. Çünki bariyerin zədələnməsi keçirdiliyin artmasıdır və bu bariyerdən orqanizmə çoxlu miqdarda antigenlər daxil olacaqdır və bu immun bu həm xroniki aşağı səviyyəli iltihabı deməli tətikləyəcəkdir və eyni zamanda immun disrequlyasiyası hansı ki özünü deməli allergik reaksiya kimi biruzə verəcəkdir. Beləliklə, gəlin indi konkret olaraq bunların hamısına baxaq. Allergenlər, düşürəm bu haqda danışmağa çox ehtiyac yoxdur. Hamınız gözəl bilirsiniz. Bunlar infeksion, qeyri-infeksion. Qeyri-infeksiyonlarda məişətdə, qidada, dərmanda, dərmanlar, şeylə bağlı olan deməli allergenlərdir. Xüsusi olaraq, yəni burada əlavə istəyirəm edəm, biləsiniz ki, akademik təbabətdə nə qədər bugün PubMed-də istəsəz bunların hamısını araşdıra bilərsiniz. Bugün ağır metalların da insan xroniki xəstəliklərin yaranmasına dair çoxlu məlumatlar var və allergiyalara aid bax civə çox vurğulanır, civə ilə yüklənmə digərlərində rolu da vardır və bu nikeldə daha çox o peşə, kontakt dermatitlərin yaranmasında rolu var. Ətraflı bu haqda oxuya da bilərsiniz, amma sadəcə özünüz üçün bilin ki, ağır metalların da məhz allergiyaların yaranmasında rolu deməli sübutlu təbabətin elmi bazalarında bu vardır və bu çox rahat da onu da sizə deyim ki, diaqnostikası aparılır. Bunun üçün Soçek aparatı vardır. Bu Soçek aparatı 15 ağır metal, 7 vitamin, nə qədər mineral və eyni zamanda da oksidativ stresin rolunun deməli dərəcəsini göstərə bilir. Bu ağır metalların təsir etmə mexanizmi nədən ibarətdir? Ağır metallar oksidativ stresi işə salırlar. Oksidativ stres isə hər zaman xroniki iltihab deməkdir və beləliklə də və eyni zamanda mikrobiotanı da dəyişdirir və allergiyada çox mühüm rol oynayır. Mikrobiotanın pozulması. Bunda gəlin biraz dayanaq bunun üzərində. Bu çox vacibdir və elə məhz bu inteqrativ təbabətin yanaşmasıdır. Akademik təbabətdə bu bağırsağa da bağırsaq florasında nə dəyişikliklər baş verirsə, bu nəyə bağlıdır və buna bir o qədər diqqət yetirilmir və onu da biz bilək ki, uzun zaman sürən dizbakterioz həm floranın dəyişməsi ilə yanaşı, zaman keçdikcə xroniki iltihab və yüksək bağırsaq keçiricilik sindromuna gətirib çıxarır. Ən birincisi, bax, bu bağırsaqda yaşayan mikrofloranın tərkibinin dəyişməsi, bu göbələklərin çoxalmasıdır. İndi bunun mexanizminə gəlin baxaq. Əslində bakteriyalar göbələklərin, bilirsiniz ki, bağırsaqlarda daha çox bakteriyalar var və göbələklər belə deyək, çox az miqdardadır və olanlar da çox belə sakit vəziyyətdə durublar. Belə deyək, saprofitdirlər, hələ bir insana ziyan vurmurlar və bakteriyalar
Bakteriyalar onların qarşısını, deməli, böyüməsinin qarşısını alır. Çünki burada resurslar, qida resursları üçün mübarizə gedir və eyni zamanda onlar göbələklərin böyüməsinin qabağını alan maddələr ifraz edirlər. Amma dizbakterioz yaranırsa, bu nəzarət itir və bağırsağın mühiti də dəyişir. Bilirsiniz ki, göbələklər daha doğrusu tutuş mühitdə inkişaf edirlər və nəticə etibarilə bu bizim o Candida albicans var, hansı ki hər zaman sakitdir. Artıq allergiya zamanı onlar aktiv formaya keçirlər və göbələklərin də çox olması da, çax olması, bu da bir patogenetik həlqədir. Hər zaman bu da yadımızda olsun. Bariyerlərin zədələnməsi. Uzun zaman baş verən bu dizbakterioz, bu o nə deməkdir? O eyni zamanda da selikli qışanın zədələnməsi deməkdir. Selikli qışa zədələnərək bu zaman nə baş verir? İmmun sistemi, bilirsiniz ki, bağırsağın çox böyük rolu var immun sisteminin. Çünki immun cavab selikli qışaların qorunması, sekretori immunoglobulin ayın əmələ gəlməsi, bu hər zaman deməli bağırsağınızda yaşayan mikrofloraya bağlıdır və əgər bu dəyişirsə, təbii ki, deməli bağırsağın divarında iltihab əmələ gəlir və bu iltihab nəticəsində bizdə dəlikli bağırsaq yaranır. Bu zaman çoxlu, bu keçiricilik artdığına görə çoxlu deməli tam axıra qədər parçalanmamış, bax bu slaydda çox gözəl görsənilir. Slaydın bir tərəfində siz normal epitel hüceyrələri görürsünüz, hansılar ki bir-biri ilə sıx bir-birinə bağlıdır. Amma əgər dizbakterioz baş verirsə, iltihabi proseslər gedirsə, bu məsafələr epitel hüceyrələr arasında artır və axıra qədər parçalanmamış qida maddələri, orada mikroorqanizmlər, onların toksinləri artıq qan dövranına keçir və deməli immun sistemi üçün bu çox böyük antigen yüklənmədir. Yəni o şeylər ki, keçməməli idi, onlar keçir və antigen yüklənmədir və bu sızan bağırsaq sindromu deyilir və bu uzun zaman baş verirsə, bu deməkdir ki, xroniki iltihabdır. Xroniki iltihabın artması isə hər zaman xroniki iltihabda immun hüceyrələrinin aktivləşir ki və həm o iltihab siqnalları, iltihab mediatorların ifrazı artmış olur, toskun hüceyrələr aktivləşir və ona görə də allergik reaksiyalar çox asanlıqla əmələ gəlir. Eyni zamanda bu xroniki aşağı səviyyə iltihabın olması eyni zamanda da bağırsaqda metabolizm dəyişir. Əgər bu dəyişirsə və bunlar bağırsağın selikli qışasından daxil olursa qana, nəticə etibarilə bu orqanizmə yayılır və biz bildiyimiz, çox yaxşı diqqət yetirdiyimiz məsələ inteqrativ təbabətdə hüceyrə ətrafı matriksin, yəni qandan daxil olan hər bir şey hüceyrəyə tərəf gedərək ən birincisi onun hüceyrə ətrafı matriksə toplanır və o yüklənmə ən birinci hüceyrə ətrafı matriksə başlayır və eyni zamanda da hüceyrə ətrafını drenaj edən limfa sistemi isə digər gətirib buna limfa sistemi ilə gələn toksinlər, hüceyrə ətrafı matriksdən gələn toksinlər bizim drenaj hücrələrimizi də yükləndirir və eyni zamanda da hüceyrə səviyyəsində, toxuma səviyyəsində, üzr istəyirəm, bizdə asidoz gedir, hansılar ki, bu da çox vacib patogenetik həlqələrdir. Asidoz deyəndə hər zaman akademik təbabətdə bu qandakı turşu qələvlik başa düşülür, amma biz bilirik ki, biz burada bu haqda danışmırıq, bu da ola da bilməz, çünki qanda 4 dənə çox qüvvətli özünün bufer sistemi var
4 bufer sistemi var. O hər zaman qana deməli toksik belə tuş maddələr daxil olarkən metabolizmin tuş maddələri orqanizm onu deməli qan sistemi onu biraz böyrəklərlə atır, biraz dəri ilə atır və həmən onu yəni artıqlarını və dəri ilə, tərlə amma o əgər bu yüklənmə çox uzun zamandırsa və ağır səviyyədədirsə, bu sonra gətirib o toxumalarda toplanır. Hüceyrə ətrafı toxumalarda toplanır və tuş mühitdə hüceyrə ətrafında immun hüceyrələri harda yerləşib? Hüceyrə ətrafında yerləşibdir. Hüceyrə ətrafı məsafədə hüceyrəni qorumaq üçün qan vasitəsilə ora gələn toksinlərdən və turşuluqdan qorumaq üçün və tuş mühit varsa artıq bu immun hüceyrələri öz aktivliklərini itirir, histamin ifrazı artır və bilirsiniz tuş mühitdə regenerativ proseslər baş vermir. Regenerativ proses hansı ki daim insan orqanizmasında baş verir, o deməli qələbə mühitdədir. Və beləliklə baxın nəyə baxdıq? Baxdıq ki ətraf mühitdən təsir edən amillər hansı ki immun sistemi tanımır, bu nəticə itibarilə disbioza, bağırsaq mikroflorasının dəyişməsinə gətirib çıxarır. O öz növbəsində bağırsaq keçiriciliyini dəyişdirir. Xroniki iltihab səviyyəsi artır və eyni zamanda da hüceyrə ətrafı matrikslər dolur. Burada asidoz baş verir. İmmun sisteminin hiperaktivliyi və bu da yenə nəticə itibarilə qayıdır, yenə disbioza və iltihabı gücləndirir. Yəni biz patofiziologiyada buna deyirik qüsurlu dövran. Qüsurlu dövran və bu, baxın bu allergiyada bax belə bizim qüsurlu dövranımız var və burada hansısa bir toskun belə mediatorla, allergik reaksiyanın mediatorunu ifraz edən hüceyrəni toskun hüceyrəni blokad etməklə biz bir çox şeylərdə əldə edə bilmirik. Amma bax bu həlqələrə təsir edərək biz çox şeylərə nail ola bilirik. Eyni zamanda da neyroendokrin pozulmalar da vardır. Bu nə cürdür? Baxaq görək bu nədən həm sinir sistemi, həm endokrin sistemi səviyyəsində olan pozulmalar immun disregulyasiyasına gətirib çıxarır. Xroniki stres bugün bu çox böyük bir problemdir. Bütün xəstəliklərin patogenezində vardır. Xroniki stres nə deməkdir? Hipofiz, hipotalamus, adrenal oxunun aktivləşməsidir. Nəticə itibarilə kortizolun artmasıdır. Kortizol artır. Kortizol artdıqca da ona qarşı həssaslıq toxumalarda azalır. Yəni iltihab törədən və iltihab söndürən maddələr arasında disbalans yaranır. Yəni immun disbalanslığı yaranır və allergik reaksiyaların tətiklənməsi baş verir. Biz müalicəyə, indi keçək müalicəyə. Deməli, bizim burada prinsiplərimiz nədir? Əgər yadımıza düşürsə, biz akademik təbabətdə də klinik farmakologiyada hər zaman bu və ya digər patologiyanın, bu və ya digər xəstəliyin deməli, farmakoterapiyasının prinsiplərini hər zaman öyrənmişik və bunların əsasında klinik protokollar qurulur və burada biz artıq hamısını, bütün yəni patogenetik həlqələri daha dərin səviyyədə biz araşdırdıq. Yəni biz araşdırdıq deyəndə bu artıq vardır. Akademik təbabətdə eləməli bu araşdırmalar aparıbdır. Sadəcə olaraq akademik təbabətdə bu həlqələrin deyək ki, hardakı bariyerin bərpasıdır, iltihabın azaldılmasıdır, asidozun aradan qaldırılmasıdır, hüceyrə ətrafı matriks səviyyəsində yükləri götürməkdir. Buna aid akademik təbabətin, yəni lazımı qədər belə deyək, instrumentləri yoxdur, müalicə üsulları yoxdur. Biz hamımız bilirik ki, orada biz daha çox prosesi sustururuq, dayandırırıq. Amma kökdə duran səbəblərə
Bəli, təhqiqatlar var. Sadəcə dərmanı olmadığı üçün onlar protokolda yoxdular. Amma bu tərəfdən biz bunları bilirik və bizim bax burada gördüyünüz prinsiplər, yəni bu səviyyələrdə təsir edərək biz çox böyük nailiyyətlər əldə edə bilərik. Deməli bu haçar prinsip nədir? Biz allergenlə o necə deyirlər, uğraşmırıq. Biz PNE, psixoneuroendokrin immun sistemində pozulmuş tənzimlənməni bərpa edirik və qidanın korreksiyası, qidalanmanın korreksiyası. Bunu çox gözəl hamı bilir, məsləhətlər verilir. Burada qida allergenləri aradan götürülür və xüsusi olaraq ultra emal olunmuş qidalar da bunlar hamısı çıxarılmalıdır. Bax bu şirniyyətlər, fast food, qazlı içkilər və s. bunlar hamısı nə? Bunlar şərq tərzinin qidalanmasıdır. Bunlar hamısı aradan çıxmalıdır və insan qələbləşdirici qida qəbul etməlidir. Qələbləşdirici o deməkdir ki, yəni qəbul edilir. Bu əsasən tərəvəzlərdir, göyərtilərdir. Yəni nəticə etibarilə orqanizmə qələbləşdirici maddələr verən deməli qidalardır və təbii ki, kifayət qədər maddələr belə maye içilməlidir. Elə bax bu qidiya korreksiya, bax bunu mütləq bu artıq pasiyentə bağlıdır. Pasiyent bunları mütləq eləməlidir. Bunu etdikdə artıq müəyyən qədər yumşalma gedir. Çünki bayaq biz qeyd etdik ki, əgər asidoz varsa, bu biraz da immun sisteminin hüceyrələrini disrequlyasiyasını, onların qeyri-normal fəaliyyətini dəstəkləyir. Sinir sistemində, yəni bunlar fondular. İnsanın qidalanması, psixoneuroendokrin immun sistemində mütləq dəyişikliklər olmalıdır ki, sonra bu və ya digər patogenetik həlqələr səviyyəsində də, yəni dərmanlar vasitəsilə biz bura təsir edə bilək. Sinir sisteminin tənzimlənməsi, biz dedik ki, kortizol, insan xroniki stres yaşayırsa, xroniki kortizolun səviyyəsinin yüksək olmasıdır və bu da vurur öz növbəsində həm deməli emosional pozulmalardır. Bunları da bugün maniterapiya var, bugün müxtəlif texnikalar var, istər tənəffüs texnikaları, istər hərəkət texnikalar, hansılar ki bu stresin səviyyəsini azaldır və eyni zamanda da insanlar çoxlu informasiya və bunlardan qaçmalıdırlar. Çünki həddən artıq çox informasiya almaq da insanı stresə salır və onun yuxusu pozulur və o eyni zamanda da bax bu cür stres immun hüceyrələrinin də həddən artıq aktiv, hiperaktiv belə olmasına gətirib çıxarır. İndi isə gəlirik əsas deməli patogenetik həlqələr, hansılar ki bir növrəsində durur və bizim bu inteqrativ təbabətdə müalicə üsulları var ki, biz bununla bura müdaxilə edə bilərik və yardımcı ola bilərik ziyan vermədən, belə deyək. Burada bağırsaq bariyerinin, yəni dəlli bağırsaq sindromunu aradan qaldırmaq üçün bizim iki növ terapiyamız var. Bunlardan biri tənzimləyici terapiyadır, digəri isə izopatik terapiyadır. Tənzimləyici terapiyanı hamımız gözəl bilirik. Bu hər zaman biotənzimləyici sistemli, yəni Reykjavik'in yaratdığı konsepsiyadır, dərmanlarıdır, hansı ilə ki biz hər zaman deməli çox bir şeylər əldə edə bilərik. Təbii ki, burada bizim sütunlarımız var, hamının yadına düşür. Mütləq drenaj eləmək lazımdır. Yəni toxumalarda bu keçiriciliyin pozulması, xroniki iltihabın yaranması, bunlar hamısı hüceyrə ətrafı matriksin və drenaj üzvlərinin yüklənməsidir. Və burada ən bir nömrəli drenaj üzv deməli bizdə
qaraciyərdir və burada bizim bunun üçün təsir etmək üçün hamı HPL də bilir, hiperkompozitumu da bilir. Amma qaraciyərə, qana və oradan qaraciyərə hardan gəlir? Matriksdən gəlir. Hüceyrə ətrafı matriksdən gəlir və burada da sadə belə deyək, drenaj etmək üçün mən birazdan sizə daha dərin drenaj haqqında danışacağım. Oradakı nüansları ki, siz daha doğru, düzgün drenaj edə biləsiniz. Çünki hansı fazadadırsa, hansı toksikozun dərəcəsi varsa, ondan asılı olaraq hansı preparatları istifadə etmək lazımdır ki, daha uğurlu olaq, daha yumuşaq və daha rahat o drenajı aparmaq. Yəni matriks təmizləndiklə təbii ki, o hüceyrələr ki, hüceyrə ətrafı matriksdə yerləşib, təbii ki, onların da vəziyyəti yaxşılaşır və immun sisteminin hüceyrələri müəyyən qədər sakitləşmiş olur və buna biz immunomodulyasiya üsulu deyirik və burada bizim nəyimiz var? Belə deyək, universal iltihab əleyhinə preparatımız Traumel. Harda xroniki iltihab var, gözü yumulu hər zaman biz Traumeli yaza bilərik və bu allergik proses əgər dərdədirsə bizim Hughes kompozitumumuz var. Yox, bizim selikli qışalarımızdadır, istər bağırsağın selikli qışağındadır, istər tənəffüs sisteminin selikli qışasındadır bu proses. Mukoza, bu da belə deyək, universal belə selikli qışaları hər zaman dəstəkləyən bir preparatdır. Eyni zamanda da əgər hüceyrə ətrafında belə yüklənmə varsa və allergiya əgər yadınıza düşürsə, Reykjavik'in cədvəlinə görə allergiya bu artıq 4-cü fazadır. Bu artıq hüceyrə fazasının başlanğıcıdır. Yəni hüceyrə ətrafı matriks həddən artıq dolmuşdur və toksinlər və drenaj kifayət qədər limfatik drenaj və drenaj üzvlər yüklənmişdir və toksinlər artıq hüceyrə daxilinə keçir, impregnasiya fazasıdır və təbii ki, toxumanın içərisinə, bunu da biyokimyadan gözəl bilirsiniz ki, toksinlər daxil olarkən, burada ən birinci zədələnən orqanella mitoxondriyadır və ona görə də toxuma metabolizmini deməli, dəstək olmaq üçün bizim burada ATF sintezini dəstəkləyən, yəni mitoxondriyaların əsas fəaliyyəti hüceyrə üçün ATF sintezidir və burada koenzimlə obikinon kompozitum preparatlarımızın da istifadəsi bizə çox gözəl nəticə verir. Simptomatik terapiya təbii ki, başlanğıcda pasient təbii ki, əgər kəskin bir vəziyyətdə daxil olursa, ya yaxud gəlib artıq oturub hələlik qistamin əleyhinə preparatların xroniki vəziyyətdədir, amma qistamin əleyhinə preparatlar alır, yerli kortikosteroidlər alır və onların biraz belə deyə əlavə təsirini götürmək üçün və daha rahat təbii yolla bu neyromediatorun histaminin təsirini zəiflətmək üçün burada bizim adresinimiz var. Sırf belə deyək, bioloji histamin əleyhinə preparat və Hapisamakort da həmçinin bax dediyim kimi adresin bioloji bir preparatdır. Heç bir ziyanı olmayan, uzun müddət istifadə olunan, heç bir fəsad vermədən istər kəskin vəziyyətdə, istərsə də uzun belə xroniki allergik reaksiyalarda deməli imkan verir ki, bunu biz nəzərimizdə saxlayaq. Sonra əgər proses selikli qışada baş verirsə, burnun selikli qışasında çox gözəl Euphorbium kompozitum preparatı vardır və bunu da istifadə edərək yenə biz lokal dəstək ziyan vermədən deməli yuxarı tənəffüs yollarının selikli qışasına yardımcı ola bilirik. Abisamakort bu da çox maraqlı və çox belə sevdiyimiz preparatlardan biridir. Hamımız bilirik ki, allergik reaksiyalarda mütləq limfatik drenajın pozulması vardır. Müxtəlif ödemlər var. İstər rinitdirsə, allergik rinitdirsə bu burnun selikli qışasıdır, gözdürsə gözlər şişir, boğaz, tənəffüs və dəridə və s. Yəni bu bizim belə deyək, hapisə
Həmişə mən deyirəm bu bizim müqayisə edirəm, deyirəm bizim furasimidimizdir. Gözəl, ziyansız furasimidimizdir, laziksimizdir. Burada həm ödem əleyhinə təsir gedir, iltihab əleyhinə təsir edir və eyni zamanda immunomodulyasiya gedir və hər zaman allergik proseslərdə biz bu apisamakordu istifadə edə bilirik. O damcı şəklində də vardır. Düşünürəm ki, hamınız tanıyırsınız. Sadəcə olaraq yadınıza salıram ki, bu burada çox yerində olan, belə deyək, allergik reaksiyalar zamanı bizə yardımcı olan bir preparatdır. Mukoza kompozitum haqqında da mən sizə söylədim. Yəni seyirli qişalara biz dəstək vermək üçün hansı seyirli qişada olursa olsun bizim bu allergik prosesimiz, biz deməli mukoza kompozitumu istifadə edirik. Çünki bizim nəyimiz var? Bizim e, dəlikli bağırsaq var, sızan belə deyək bağırsaq sindromu var. Əgər bu deyək ki burun boşluğunda, yəni allergik rinitdirsə mütləq burunun seyirlik şahsında problem var. Gözün seyirlik şahsında və hər zaman bax bu preparatı istifadə etmək olar. Yəni istənilən allergik xəstəlikdə bu bizim yardımçımızdır. Bax bu bizim necə deyirlər, biotənzimləyici terapiyamız. Biotənzimləyici, yəni kiçik dozalı bir çox allergik reaksiyaların bir çox həlqələrinə çox gözəl təsir edən etaplarla təsir edən deməli yanaşmamızdır, preparatlarımızdır. Amma bundan başqa da bizim ikinci bir yolumuz da var və xüsusi olaraq yəni o iltihabı götürdük. Yəni sistemli səviyyədə, amma daha konkret olaraq mukoza kompozitumdan başqa hansı ki lokal olaraq bağırsağın seyirli səviyyəsində işləyəcəkdir. Bizim sanum terapiyamız var. Hamınız bunu da bilirsiniz. Sadəcə o burada sizin yadınıza salıram ki, nəyi harda, necə, hansı kombinasiyada istifadə etmək lazımdır. Və bu bizim integrativ yanaşmamızdır, bizim klinik təfəkkürümüzdür. Bu prosesi integrativ modeli ilə yanaşaraq, anlayaraq maksimum belə deyək, həlqələrə, şəbəkələrə təsir etmək deməkdir. Baxın, burada Citrakel, Partakel bildiyiniz kimi bunlar deməli həmin o mikrofloranın pozulması nəticəsində mühitin pozulmasına bağırsağın seyirlik şahsında təsir edən preparatlarımızdır. Perfakel bildiyiniz kimi biz bayaq qeyd etdik ki, dizbioz varsa mütləq kandidalarımız da burada baş qaldırıbdır. Çoxlu miqdardadır və perfakel də bizim göbələklərin, artmış göbələklərin göbələklərə təsir edəcəkdir. Sankomi preparatı da bu da yenə kombinasiyadır. Çift göbələkləri ilə qan dövranına təsir edən göbələklərin kombinasiyasıdır. Bu da çox gözəl təsir edir və paralel birinci deyək etapımızda biz Citrakel, Fartakel və Perfakel preparatları istifadə ediriksə, ikinci etapda keçirik Sankombi və Sankombinə Rebasda yerli olaraq Rebas bağırsaq səviyyəsində olan Peyer düyüncükləri, yəni limfa sisteminin belə deyək hüceyrələridir ki, burada biz bağırsaqda iltihabın götürülməsi, çünki biz iltihabı götürməsək, biz probiotik verək. O probiotiklərin istifadəsi, əgər həmin mühitdə iltihablı bir vəziyyətdirsə, o probiotiklər orada yaşayan sağlam simbiot mikroflora orada yaşayıb qalıb artmayacaqdır. O müvəqqəti təsir etmiş olacaqdır. Amma biz bu dəlikli bağırsaq sindromunu, orada olan xroniki iltihabı götürürüksə, sonra probiotiklərində orada
simbiot mikrofloranın artması üçün daha doğru olacaq, düzgün olacaq, faydalı olacaqdır. Və paralel olaraq bizim Sanukel kandımız da var, Sanukel kolimiz də var. Yəni yenə bu dizbioza təsir etmək üçün hansı deməli mikroorqanizmlər üstünlük təşkil edirsə, patogenlərin təbii ki, onların aradan qaldırılması. Bu olur bizim izobatik terapiyamız. Eyni zamanda da biz qeyd etdik ki, e, e, hüceyri atrofi matriksdə bax bu cür ağır bir xroniki vəziyyətlərdə mütləq asidoz var, toxuma asidozu var. Bunu da bu artıq bilirik, çünki asidoz olan yerdə sağalma və eyni zamanda da hüceyrələrin, immun hüceyrələrinin e, e, normal fəaliyyət göstərməsi mümkün deyil. Onlar hiperhəssasdırlar və təbii ki, bu prosesi, allergik vəziyyəti artırmış olur. Deməli, nədir? Natri xlordur, bikarbonatdır. Burada 10 ml-dən 40 ml-ə qədər ola bilir və təbii ki, burada siz pasiyentin yaşına baxırsınız, vəziyyətinə baxırsınız, yanaşı gedən proseslərə baxırsınız və bax bu artıq bizim asidozumuz, deməli, qələbləşdirici terapiyanın yanında eyni zamanda da limfodrenaja təsir edə bilirik. Burada hüceyri atrofi matriksi təmizləmək üçün bizim limfomiyazotumuzu da, kalium heli də əlavə edə bilərik. Bu həftədə bax belə deyək, yəni bu fondur, qələbləşdirici qida fonunda eyni zamanda da bu qələbləşdirici infuziyaları da etdikdə biz daha belə deyək, sinergizm əldə edə bilirik və daha sürətli şəkildə effektimiz daha belə deyək üzə çıxır. İltihabı götürdükdə və s. asidozu normallaşdırdıqda o zaman biz artıq mikrobiotanın bərpasına başlaya bilərik və burada da deməli əsasən istifadə olunan dərman qrupu probiotiklərdir. Və probiotiklər bağırsaqda simbiont mikrofloranın bərpa olunması o deməkdir ki, immun hüceyrələrinin hiperaktivliyi azalmış olur. Və burada bir neçə burada təhqiqatlar sizin diqqətinizə deməli çatdırılır ki, sübutlu təbabətdə bunlar vardır. Atopik ekzemada, hamilələrdə, uşaqlarda bunların istifadəsi necə atopik dermatitlərdə, yəni çox böyük təhqiqatlardır. Həm uşaqlara, həm hamilələrə, balaca uşaqlara da bunların istifadəsi ümumiyyətlə akademik təbabətdə çox aydın məlumdur ki, atopiyası olan uşaqlarda həm bifidum bakteriyalar, laktobatsillaların sayı azalmış olur və əksinə göbələklər artmış olur, klostridiyalar artmış olur və ona görə müvafiq probiotiklərin istifadəsi yaxşı, gözəl effekt verir. İndi isə bayaq dediyim kimi mən istədim xüsusi olaraq drenaj haqqında, yəni biotənzimləyici terapiyanın drenaj hissəsinin üzərində dayanım. Çünki zaman-zaman mən doktorların ki, müəyyən qədər yəni anlaşılmır ki, hansı preparatlar istifadə olunsun. Yəni bunun hamısına aydınlıq gəlməlidir və bunu deməli bu allergiya zamanı bunu sizin diqqətinizə çatdırmaq istəyirəm. Təbii ki, hüceyrə biz bayaq çox danışdıq. Allergenlər təsir edir, dizbioz yaranır, dizbioz dəlikli bağırsaq sindromu yaradır, asidoz yaradır, xroniki aşağı səviyyəli iltihab baş verir və bunlar hamısı toxumaların və hüceyrələrin arası məsafələrinin yüklənməsi gedir və bu məsafəni təmizləyən nədir? Onu da gözəl bilirik ki, bu limfa sistemidir. Ən birinci yük ona düşür ki, bu hüceyrənin ətrafını təmizləsin ki, hüceyrənin, necə deyirlər, sağlamlığı məhz bu limfa sisteminin vəziyyətindən asılıdır. Təbii ki, qida vasitəsini, bu da paralel olaraq həm dərmanı paralel getməlidir. Yəni,
qidalanmada bilirsiniz ki, limfa sistemi üçün ümumiyyətlə zülalın çox yeyilməsi bu limfa sisteminin e, deməli yüklənməsidir. Çünki zülallar onkotik təzyiq yaradır və belə deyək, suyu daha çox hüceyrə ətrafında saxlaya bilir. Ona görə müəyyən qədər ümumiyyətlə allergik bir proseslər varsa, disbioz varsa, yüksək bağırsaq keçirliliyi varsa, müəyyən qədər bu zülalı qidalanmadan azaltmaq lazımdır və inək südündə zülala qarşı deməli allergiya bu artıq çoxdandan məlumdur və zülalı yavaş-yavaş azaltmaq. Eyni zamanda limfa sisteminə də dəstək olmaq üçün manual limfatik drenaj. Bunu da yəqin bilirsiniz və müəyyən fiziki hərəkətlər ki, hansılar ki, yenə bu limfa sisteminin deməli, çünki bilirsiniz ki, deyək ki, qan damarlarında qan nəyin hesabına artır? Ürək vurur, qanı itəlir, deyək, arteriyalarda, qanın qayıdışı isə deməli, venalarda orada qapaqlar var və ən əsası da odur ki, bizim tənəffüs sistemimizdə döş qəfəsinin içərisində mənfi təzyiq var və onun hesabına deməli venalardan qan yuxarıya tərəf gedir. Amma limfa damarlarını onlar ki birbaşa deyək matriksdə başlayır deyə onlarda olan hərəkət, orada olan stazın götürülməsi yalnız əzələ funksiyasına bağlıdır, hərəkətlərə bağlıdır. Nə qədər biz hərəkətli oluruqsa, o qədər deməli limfanın aşağıdan yuxarıya bilirsiniz ki, gəlir, kiçik qan dövranına tökülür. Biz ona yardımcı ola bilərik. İndi isə baxın, bizim bu limfa sisteminə dəstək olmaq üçün bizim burada 3 preparatımız var. Limfamiazot, qalium və Cutis compositum, əgər bu dəridədirsə. Limfamiazotu biz kimə yaza bilirik? Limfamiazot uşaqlardır. Yəni bizim pasiyentimiz əgər uşaqdırsa və allergik reaksiyadır. Yəni bu nə allergi, nə atopik dermatitdir, ya nə yaxud bu asmadır. Təbii ki, orada biz başqa preparatlar yazacağıq və bu artıq uşaq olmayacaqdır. Əgər uşaqlardırsa, uşaqlarda bu limfamiazot kifayət edir ki, biz bunu hər cür damcı şəklində də təbii ki, uşaqlara infuziya biz etməyəcəyik, amma yetkin insanlarda bu baş verirsə, təbii ki, biz orada limfamiazotdansa daha çox qalium hel istifadə edəcəyik və çünki artıq Reykjavik'in cədvəlinə görə bu 4-cü fazadır. Burada hələ yeri gələrsə də artıq asma kimi xəstəlik vardırsa, biz burada tiroidey kompozitum istifadə edəcəyik və dediyim kimi daha çox seyhli qışalarda, daha doğrusu dəridə özünü güclə veribsə, bizim burada preparatımız Cutis kompozitumdur. Bağırsaqların drenajını, bağırsaq da bizim drenaj üzvümüzdür, çox vacib və burada olan proseslər, patogenetik prosesləri tezliklə aradan qaldırmaq üçün burada gidrokolon terapiyadır. Bu təbii ki, daha çox yetkinlərə aiddir, imalələrin istifadə elə olunması və Nux-Vomikadan başqa, bizim belə mukoza kompozitumdan başqa bizim burada Nux-Vomika və Gastrekumelimiz də vardır. Sonra qaraciyər xəstəlikləri, daha doğrusu qaraciyər yüklənirsə, allergiyaları daha doğrusu belə yüklənir təbii ki və burada da biraz qaraciyərin vəziyyətini yaxşılaşdırmaq üçün təbii ki, spirtli içkilərdən, zülalların az istifadəsindən, amma dərmanlarımız da burada kifayət qədər çoxdur. Hiperkompozitumumuz var, hepelimiz var, xelidoniumuz var. Bundan başqa da bitki mənşəli preparatlarda, fitopreparatların da çox yeri vardır və sinergizm bizim drenaj vasitələrimizlə birlikdə verəcəkdir. Börəklərə də gəldikdə yenə bizim burada kifayət qədər preparatlarımız var və bunları da hamısı bilirsiniz, mən artıq ətraflı onun üzərində dayanmıram.
e, və bunları da istifadə edə bilirik. E, təbii ki, nədən asılı olacaqdır? Və deyək ki, biz sadə bir detoksikasiya ediriksə, bizə Erenel də berberis də kifayət edər. Amma biraz yetkin insandırsa, əgər xroniki baş verən artıq xroniki allergik xəstəlikdirsə, reaksiya deyilsə, xəstəlikdirsə, təbii ki, mütləq burada Solidaqa da əlavə olunacaqdır. Və drenaj dedikdə, məhz bunu biz elə bax burada inteqrativ təbabətdə bunu xüsusi olaraq vurğulayırıq və biz bayaq qeyd etdik ki, neyroendokrin, psixoneyroendokrin sisteminin yüklənməsi də bu da drenajın pozulmasıdır. Bu da nəticə etibarilə matrix səviyyəsində pozulma vardır. Çünki kortizolun artması, kortizol hamının gözəl, yaxşı yadındadır ki, o nə edir? Həm su-duz mübadiləsini dəyişdirir, yağ mübadiləsini dəyişdirir, yəni ödemlər və s. və təbii ki, çox gərgin bir vəziyyətdə olmaq deməkdir və bu gün həddən artıq bayaq dediyim kimi informasiyanı almaq, stresli həyat yaşamaq, kifayət qədər dincəlməmək, normal yuxu yatmamaq, fiziki aktivliyin olmaması, bunlar da sinir sistemi tərəfindən gələn yüklənmələrdir ki, kortizolun təsiridir, artan kortizolun təsiridir ki, bu da immun sistemini dəyişdirir. Və o həmin o maniterapiya növlərini istifadə etməklə yanaşı bizim drenaj edici preparatımız Neyroxan. Hər zaman mən deyirəm ki, bu bizim o apteçkamızdır. Əlimizin altında. Deyirəm, hər zaman harasa gedirsiniz, stres gözlənilirsə, cibinizdə olsun ki, onu elə tez-tez dilinizin altına qoyasınız ki, müəyyən qədər o stresli vəziyyətdən çıxa biləsiniz. Axşam da evə gələndə mən daha çox Neyroxanı sevirəm, belə Valiant Heli sevirəm və onu evə gəldikdə istifadə etmək, yəni ki, yuxu nisbətən normallaşsın, çox yaxşı belə deməli bir preparatdır. İndi isə mən daha çox vurğulamaq istəyirəm dərin detoksikasiya. Bax, o dediklərimiz, o bayaqdan mən dediyim o preparatlar, biz onları istifadə edirik əgər deyək ki, yüngül dərəcəli. Bax, bunu mən xahiş edirəm bütün doktorlar özü üçün biraz araşdırsın ki, drenaj üçün, yəni toksikolun dərəcəsindən asılı olaraq bizim drenajımız sadədir və dərindir. Və bizim əgər ağır bir pasientimiz varsa, allergik reaksiyasına, yəni bədənin, dərinin çox sahəsində varsa və daim elə deyək ki, bunun həm burun tərəfindən var, həm seylik şada var, həm dəridə varsa, təbii ki, bu ağır toksiklik zədələnməsidir və bu pasientlər həm də zəifləmiş olurlarsa, təbii ki, burada müəyyən qədər bu dərin, sadə detoksikasiya yox, dərin. Yəni burada limfomiyazotun belə deyək, yeri o qədər yoxdur. Çünki limfomiyazot hansı səviyyədə işləyir? Limfomiyazot əgər bizim hüceyrə ətrafı matriksimiz belə deyək, doludur. Üstəgəl çox, amma əgər artıq hüceyrə daxili matriksə dolubsa və impregnasiya fazasına, artıq degenerasiya fazasına, deyək ki, asma nədir? Asma 5-ci fazadır. O zaman təbii ki, biz baxsaq ki, hansı seyhli qışadadımı və yaxud dəridədir və hansı drenaj üzvlərimiz daha çox yüklənibsə, təbii ki, biz onda mütləq ən birincisi o drenaj üzvləri bərpa etmək lazımdır. Və drenaj üzvlərin, belə deyək, ümumi sizə belə bir yadınızda qalsın deyə köməkçi, yəni kompozitumlar istifadə olunmalıdır. Bazis preparatı yox. Kompozitum preparatı əgər varsa, o deməkdir ki, deyək ki, Solidaqa kompozitumsa, o mütləq o deməkdir ki, sidik çıxarıcı yollarda, böyrəklərdə, böyrəklərin elə bir şey regenerasiyasını
onu bərpa edəcək ki, sonra belə deyək, biz matrixdən yuyaq, gətirək, drenajı, limfatik drenajı qüvvətləndirək ki, sonra gəl. Çünki hüceyrə ətrafından gələn matrix limfa sistemi vasitəsilə gəlir, tökülür kiçik qan dövranından böyük qan dövranına, sonra isə qaraciyər burada yüklənəcək, sonra böbrəklər, bağırsaq və dəri və digər. Və ona görə də ən birinci, əgər ağır vəziyyətdədirsə bizim pasientimiz, biz onun, deməli, onun üçün dərin detoksikasiya kompozitumların istifadəsi deməkdir. Bax, bunu xahiş edirəm, yadınızda saxlayasınız. Qaraciyər üçün bu hiperkompozitumdur, sidik yollar üçün solidaqa, tanzilla kompozitum, limfa sistemində əgər daha çox varsa, dəridirsə bu kuçüsdür və mütləq paralel olaraq yaxşı olar ki, bu kompozitumların yanında, çünki proses ağırdır və hüceyrədə daxilində də çox böyük yüklənmələr var. ATF sintezi də çox zəifləyib və bizim sevimli koenzim və obişinon kompozitumlarımızı biz əlavə etdikdə bilin ki, biz daha sürətli və daha yaxşı, tez, belə deyək, vəziyyətdən çıxa biləcəyik. Bağırsaqlarımızda bu proses varsa, bu mukoza kompozitumdur. Öd kisəsi hər zaman qaraciyərlə, o da paralel olur. Ona görə bizim yenə hiperkompozitumumuz var da, kilidonium homokordumuz da var. Birləşdirici toxuma, yəni dediyim kimi, əgər yüngül bir toksikozdursa, yüngül zədələnmələr varsa, allergik reaksiya, allergik xəstəlik başlanğıc fazasındadırsa, yəni biz limfomiyazotla ötüşdürə bilərik. Amma kifayət qədər ağır insan qlükokortikoidlər istifadə edirsə, yerli, nazal və s. Təbii ki, burada yavaş-yavaş qalyum da gəlir, tireoid kompozitum da gəlir və əlavə olaraq, yəni hansı sistemdə toxumadır, yanaşı ATF-in sintezini də biz dəstəkləyəcəyik. Eyni zamanda da burada sizin diqqətinizə onu çatdırmaq istəyirəm ki, bayaq mən ağır metallardan da danışdım və ağır metalların, yəni PubMed-də buyurub baxa bilərsiniz, allergik reaksiyalarda, allergik xəstəliklərdə ağır metalların rolu və burada daha çox bu civədən də söhbət aparılır və ağır metalların təsir mexanizmi ondan ibarətdir ki, onlar sərbəst oksigen radikallarının əmələ gəlməsini stimulyasiya edirlər. Yəni, kimyəvi reaksiya nəticəsində bu daha çox əmələ gəlir. Təbii ki, deməli, sərbəst oksigen radikallarının sayının çoxalması bu iltihabi prosesin aktivləşməsidir, daha da aktivləşməsidir, dərinləşməsidir. Allergiya özü də nədir? Daim xroniki şəkildə gedən iltihabdır. Və bu bunu artırır və deməli paskarbin yüksək dozalı paskarbin, hansını ki biz antioksidant kimi tanıyırıq və bilirik ki, ümumiyyətlə oksidativ stres, ümumiyyətlə akademik təbabətdə bütün xəstəliklərin, bütün xroniki xəstəliklərin gedişatında, mexanizmində qeyri-spesifik patogenetik amildir. Və burada bu tədqiqatlar da göstərmişdir ki, bu nəinki infeksion proseslərdə, bu allergik proseslərdə daha da çox, deməli, paskarbinin istifadəsi sərbəst radikalların miqdarını, yəni oksidativ stresi daha çox azaldır. Hansı ki, elə allergiyada bunlar çoxdular. Yəni, bu da yeni bir imkanımız bizim ki, bugün allergik proseslərdə, allergik xəstəliklərdə, deməli, antioksidant terapiyanı məhz yüksək dozalı paskarbinlə, yəni Almaniyanın bu təbii mənşəli olan, sintetik yox, təbii mənşəli olan yüksək dozalı C vitamini ilə müalicənin, deməli, müalicəyə əlavə ola bilər və yenə də, yenə qayıdıram,
o bayaq başladığım sözlə mühazirəmizin əvvəlində ki, pasiyent bizimlə birgə işləməlidir. Biz bunu daim deyirik, çünki siz gördünüz ki, burada nə qədər məsələlər var. Doktorun kompetensiyası, onun savadına, patogenezi anlamaq, müalicə üsullarının bir çoxsunu bilmək, bu və ya digər kombinasiyaları hansı zamanda, hansı ardıcıllıqla istifadə etmək bu həkimin kompetensiyasıdır. Amma eyni zamanda da pasiyent də işləyir. Və hələ bunu da zamanında Hipokrat yenə demiş, ona demişdi, deyir ki, əgər sən həyatını dəyişməyə hazır deyilsənsə, biz sənə kömək edə bilmərik. Bax, belə dostlar, indi isə düşünən bir suallara keçə bilərik. Buyurun, zəhmət olmasa. Axşamınız xeyir Fikriyə xanım. Leyla xanım, salam, buyurun, buyurun. Burada nə sual var? Yavaş-yavaş bir-bir deyin, biz də çalışalım. Birinci sual belədir. Bir həkim soruşur ki, birinci hamı sizə təşəkkür bildirir. Həkim deyir ki, 50 yaşdan sonra allergiya başladı yumurtaya qarşı. Hal-hazır Kişidir mi alergiyası? yox, qadındır. Hə, aha, yumurtaya. Necə hazırda qida maddələrdən şokolad, sitrus, meyvə, kivi, qoz, ət xörəklər və s. yemir də belə, yəni Yəni allergen kimi təyin olublar bunu Bəli. qadın üçün. Hə. Yox, Yəni təsdiqlənib ki, bunlar allergendir onun üçün. Fikriyə xanım yazır ki, bunları qəbul eləmir. Ancaq analiz var, neqativ çıxdı, hətta yumurtaya qarşı. Ancaq Yazır yumurtaya çıxıb. Aha. Bəs nədən neqativ. qəbul etmir? Axı allergeni gərək təyin edəsən, sonra biləsən. Nədənsə belə də yəqin ki, başa düşmür nədən. Ona görə deyir, bunları da qəbul eləmir. Həkim yazır ki, çox müalicə aldı, qaşınma var güclü, dözümsüz və sizdən xahiş edir ki, siz müalicə deyəsiniz. Yazır ki, mədaltı vəz, qaraciyər, TSH hamısı normadadır. Yox, bilirsiniz, bu axı mən həmişə deyirəm, doktorlar yaxşı bilirlər ki, onlayn konsultasiya olmur. Nə xəstə görürük, nə bizə xəstəni göstərirlər, nə xəstənin belə simptomlarını deyirlər. Amma axı baxın mən nə dedim, görün mən nə qədər patogenetik həlqələr saydım və insanlar hamısı fərqlidir. Yanaşı odalar, onun qaraciyəri nədir, böyrəyi nədir, digər hansı sistemdə var, dəyişli bağırsaq sindromu, pasiyentin bunları dinlədikdə ümumi aydındır, ümumi demək olar. Yəni o bayaq dedim, adresin versin, apis versin, mukoza kompozitin versin, koenzim, mobilsin. Yəni ümumi ana xəttdə olan dərmanları, sxemləri mən sizə söylədim. Və etap birinci qidalanma düzəldilir, stres götürülür, mind terapiya və s. Yəni bu pasiyentə bağlı olaraq. Sonra isə bunun disbiozomu ilə işləmək lazımdır. Disbiozu biz biotənzimləyici ilə götürəcəyik, üstəgəl sanum terapiya ilə götürəcəyik. Bunu götürəcəyik, sonra sonda mikrobiotanı bərpa edəcəyik. Amma pasiyenti görmədən və onun özü deyir ki, artıq 50 yaş var. Artıq 50 yaş o deməkdir ki, artıq bu ikinci keçid dövrünü də yəqin ki, yaşayır, yaşamaqdadır. Bu keçid dövründə təbii ki, hər bir şeylər üzə çıxır. Yəni bunları da araşdırmaq lazımdır. Onda daha konkret, istər hansı müalicələrin kombinasiyası, hansı dozada, hansı ardıcıllıqla bunları konkret olaraq deməli buyursun, gəlsin, müraciət eləsin. Onları pillə-pillə biz onları hamısını yoluna qoyarıq. Amma ümumi ana xətti mən söylədim. Əgər istəyərsə o sxemlərdən də istifadə edər. Bəli, çox sağ olun Fikriyə xanım. Bütün həkimlər sizə təşəkkür bildirir. Belə bir sual gəldi. Uşaqlara eyni qaydada müalicə yazılır, yəni yoxsa onlara spesifik müalicə yazılır?
Spesifik yox. Axı mən Bəli, başdan uşaqlardan çox dedim. Özdə bəli, baxırsınız, bəli, baxım uşağı deyirsiniz də. Axı uşağın özünün məktəb dövrünə qədər neçə dənə yaş buyurun. dövrü var və hər bir yaş dövründə Bəli, bu uşaq fərqlidir və bunu əvvəl araşdırmaq lazımdır ki, bunun valideynlərində var, bunun atapiyası var, bu ana üsüdür, yeyib, yeyir, bəli, qidalanması nə cürdür, bunun həyat tərzi nə cürdür və bu özünün nə kimi allergik reaksiya kimi? Axı bir diaqnozu qoymalıyıq. Allergik reaksiya nə kimidir bu uşaqda? Atopik dermatitdir, yaxud bəli. daha çox bu olur uşaqlarda. Odumu və bunu araşdırmaq, hansı təbii ki, o diaqnostika getməlidir, hansı allergenlər var və çox güman ki, bunu valideynlər bilir. Sonra həyat tərzində baxın mən nə qədər şeylər söylədim ki, bax bu Bəli, olmamalıdır. Bu daha çox necə deyirlər, evdəki şərait, bu hətta o təmizləyici maddələr var, dəqiqədə e, evdə, eşikdə istifadə olunur. Onların da hamısının rolu var. bəli, Uşaq ondan nəfəs alır, uşaq gəzintiyə çıxırmı, təbiətə çıxırmı? Onun mütləq bu uşaqların bağırsaqlarında problem var. Yəni bilirsiniz, o uşağın deyək ki, bax belə ümumi drenaj belə deyə bilərəm əgər bu qane edərsə. Amma mən hər şey, hər pasiyentin individual. müalicəsi spesifikdir. Biz bunu daim bizim təbabətdə vurğulayırıq ki, burada ümumi protokol yoxdur. Ümumi ana xətt var və mən bu haqda danışırdım. Amma hər zaman hər pasiyentin deyək ki, diaqnozu eynidir. Amma bizim müalicə sxemlərimiz ana xəttin üstünə gəlir Bəli, fərdiləşdirilmiş. Ana xəttdə deyə bilərəm, buyursunlar bu uşaq üçün Nux vomica, bax ümumi drenaj, limfomiyazot, indi berberis damcımız yoxdur, çox şeyli, hə. Bax bu minimum bu ikisini istifadə etsin. Sonra da Fartakehildə indi onun hansı forması tapılarsa, onları istifadə etsinlər. Məsələn, biraz drenaj aparsınlar, qidalanmasına diqqət yetirsinlər. Çünki bəli, mən nə qədər ümumi patogenetik mexanizm söylədim. İstər uşaq, istər böyük. Amma uşaqda sadəcə yox, mən düşünürəm bu daha tez alınacaqdır və burada mütləq o qidalanmanın korreksiyası çox vacibdir. Və uşaq nisbətən böyüyə, yetkinə nisbətən daha təmiz varlıqdır və immun disrequlyasiyası daha da belə ağır formada deyil və daha çox biz effekt burada əldə edə bilərik. Sonra bax bu telefonlardan, falanlardan, bax bunlar hamısı çox bəli. mühümdür, mühüm şərtdir. Uşaqlar bu telefonu istifadə etməməlidirlər, verilməməlidir, təbiətdə çıxmalıdırlar, ana valideynlərindən sevgi çox almalıdırlar. Bunlar hamısı şərtdir. Əlbəttə ki. Çox sağ olun Fikriyə xanım. Ə, Fikriyə xanım, belə sual gəldi. Behçet xəstəliyi müalicə eləmək necə olar? Bir də deyin. Behçet xəstəliyi. Behçet xəstəliyi. Axı onun o Behçet xəstəliyi burada çox irsi problemlər də vardır. Ona görə də e, burada o pasiyenti görmədən, hansı onun sistemləri tərəfindən bu daha çox təzahür edirsə, təbii ki, biz onu konkret gördükdə, bax yenə vurğulayıram ki, pasiyent görmürük, bir dənə diaqnoz deyirsiniz və deyirsiniz müalicə sxemi və mən də yorulmuşam təkrarlanmaqdan ki, hər pasiyent yoxlanılır, konkret onun vəziyyətinə fərdi deməli müalicə yazılır. Bunun yaşı nədir? Başqa nələr var, nə pozulmalar var, o araşdırıldıqdan sonra istəsələr gələrlər, mən burada klinikada baxaram və konkret öz Müalicə fikrimi təmin edir. söyləyərəm, müalicəni də deyərəm. Fikriyə xanım, belə bir sual gəldi. Deməli, bir həkim xahiş eləyir ki, siz bağırsaq vasitəsilə drenaj slaydı bir də göstərəsiniz. Hansı slaydı? Ə, Nə? Bağırsaq vasitəsilə drenaj. Bağırsağın drenajı. Bağırsağın, mən o
O əzbər də deyə bilirik. Yəni oradakı bağırsaqda deməli mütləq nə var? Disbioz var, dəlikli bağırsaq sindromu var və biz burada əgər yetkin insandırsa burada imalələr, gidrokolon terapiya çox yaxşı kömək edir. Amma standart müalicədə nədir ki, nuksvomikadır. Həm qaraciyərə təsir edəcək, həm bağırsağın peristaltikasını düzəldəcək və daha çox bax belə uşaqlara gəldikdə orada daha çox qəbizlik olur. İndiki son illərdə. Böyük insanlarda da yenə qəbizlik, bir də görürsən, qəbizliklər diareya ilə kombinasiya olunmuş şəkildə olur. Nuksvomika çox belə gözəl bir preparatdır. Çünki eyni zamanda həm bağırsağa təsir edir, həm də öd yollarına, qaraciyərə və öd yollarına təsir edir. Qastrokimel də proses təbii ki, biraz da bir pillə yuxarı götürdükdə, yəni o mədə səviyyəsində də, burada da reflükslər var və bağırsağın da belə mədənin də seylik şahsının zədələnməsi var və mukozada bayaq dediyim kimi bu universal bir preparatdır. Balaca uşaqlar üçün, misal üçün biz onu hətta püskürtməklə də ağzına verə bilirik. O qastrokimel tabletkadır, dil altına qoyulacaq, nuksvomikada damcı şəklində suda veriləcəkdir. Belə belə deyək, ümumi ana xəttinə. İndi uşaqlara təbii ki, gidrokolon terapiya etmirik, amma məsəl üçün çoban yastığı ilə imalələr çox gözəl təsir edir. Həm çoban yastığı içilsin, həm bağırsağı imalə olunsun. Bu çox gözəl təsir göstərir. Ümumiyyətlə, hətta mən çox vaxt deyirəm ki, o çoban yastığından biraz çox varsa, elə o dəridə əgər proses varsa, elə ondan da silinsin ya biraz çoxdursa sonda Bəli. dərini Çiməndən sonra yuyulsun, yavaş-yavaş bəli, var. yuyulsun. Lap balaca uşaqdısa lap vannasında eləmək olar Bəli, bəli. yastığı ilə. Bunlar da çox yaxşı sakitləşdirici o prosesə təsir göstərəcəkdir. Dəridə. Çox sağ olun Fikriyyə xanım. Buyurun. Fikriyyə xanım, həkim soruşur, aksalat uriyada xəstələrə paskarbin təyin etmək olar? Yox, indi onu doktor bilirsə, bu provokasyon sual verir. Orada göstərişdir. Aksalat duzlarının olması, yəni paskarbinin köçürtməsinə ilk göstərişdir və ümumiyyətlə əgər böyrək problemləri varsa, kifayət qədər ciddi və o cümlədən aksalat duzları varsa, paskarbini bu cür pasientlərə biz köçürmürük. Təbii ki, böyrək problemi yoxdursa, ümumiyyətlə, bax, mən sizə təhqiqat da göstərdim ki, paskarbini allergik reaksiyalarda çox yaxşı. Çünki bir-iki, baxın, burada yenə akademikdəki olan biliklərimiz yadımıza düşür. Histamin, kininlər, kinogenlər, bunlar hamısı nə edirlər? Keçiriciliyi artırırlar. Tək bağırsaq, seyhli qışaların yox, eyni zamanda damarların da deyək ki, dəridə, bax, nədən axır, ödemlər. Çünki keçiricilik, damarların da keçiriciliyi artır. Amma C vitamini eyni zamanda bu keçiriciliyi də stabilləşdirir və iltihabi prosesi həm də antioksidant təsir göstərərək oksidativ stresin səviyyəsini azaldır. Oksidativ stres isə bu iltihabdır. İstər sinir iltihabdır, istər xroniki iltihabdır. Hər zaman o proses orada vardır. Çox sağ olun Fikriyyə xanım. Fikriyyə xanım, bir həkim soruşur ki, elə o həkim də verib sual uşaqlara nə qayda ilə bu preparatları vermək. Uşağın yazı 10 yaşı var, qaşınır, buz qoyanda sakitləşir. Limfomiyazot damcı ona nə qədər vermək lazımdır? Yaşlandı. 10 yaşı var. Yaşlısa həm də biraz da çəkisinə baxırıq da. Bu bir, ikincisi burada məsəl uşaqdırsa, mən hər zaman doktorlara məsləhət görürəm ki, bunu araşdırsınlar. Bu bağırsaqda gelmentlərin olması ilə də bağlı ola bilər. Amma əgər dəqiq bilirsə ki, burada atopiya var, deyək ki, kesariya ilə olub, nə bilim, ana südü yeməyib və s. yəni allergenləri tanıyırlar. Bir də görürsən ki, çünki burada gəldi ki, qaşınır. Ödün özünün axmaması.
Yəni Bəli, ödünün diskineziyası, sonra bağırsaqlarda gelmitlərin olması uzun zaman bunlar da yenə dəridə səpkilər verir. Ona görə onu araşdırmaq lazımdır. Bax yenə deyirəm ki, belə pasiyentlə bizim təbabətdə pasiyentlə biz ilk görüşündə az qala bir saat söhbət edirik. Bu ana bətnindən başlayaraq bugünkü vəziyyətinə qədər ki, bunun həm onun fərdiliklərini anlamaq üçün həyat tərzində nələr var, nələr keçirib, nələr var, hansı xəstəliklər keçirib, meyillik nədədir, metabolik tip hansındandır ki, biz başa düşək ki, bu hara gətirib çıxarır, bu hardan qaynaqlanır. Bax, mən bəli, bugünkü bizim mühazirəmizdə, bax, əsas mənim məqsədim odur ki, doktorlar daha çox belə akademik təbabətdən biraz qopub, belə deyək, daha çox inteqrativ təbabətin üsulu ilə bəli, düşünsünlər. Yəni çox o səbəbləri görsünlər, mexanizmləri görsünlər. Təbii ki, bu çətindir. Eyni zamanda bu qədərin mexanizm eyni zamanda anlamaq, başa düşmək və bu necə nəzərdə dəyişir, buna necə təsir etmək. Amma yol budur. Elə bax, ona görə də inteqrativ təbabəti öyrənmək, bilmək, ustad olmaq bu zaman istəyir. Mən də həmişə doktorlar bilirlər ki, mən canlı şəkildə dərs deyəndə, görüşəndə mən həmişə deyirdim ki, siz mənim tələbələrim deyil, siz mənim dostlarımsınız. Mən biraz yuxarı kurs oxuyuram, siz də birinci kursdasınız. Mən bildiklərimdən sizə öyrədirəm, öyrənə-öyrənə yavaş-yavaş gedirik. Çünki biz daha bəli, belə deyək, daha uğurlu olmaq istəyirik. Ən birincisi elə öz səhhətimizi anlayıb, öz əzizlərimizin vəziyyətlərini anlayıb və ziyan vermədən onlara bəli, kömək etmək istəyirik və çapa. buna xətt, bax mən orada bir neçə dəfə prezentasiyada vurğuladım ki, biz ayrı-ayrı üzvləri, ayrı-ayrı simptomları yox, biz çalışırıq sistemi düzəldək. Başa düşək ki, insan adlanan ən mürəkkəb sistemdə hansı səviyyələrdə, harda, nələr var, hansı şəbəkələr pozulubdur, nə dəyişikliklər var və ona təsir etmək bizim hansı instrumentlərimiz var və bunu hansı kombinasiyada biz bax bu insana tətbiq edərək, istər balaca insan, istər yetkin insan, istər yaşlı insan, Bəli, xüsusi olaraq balacalarla yetkinlərin vəziyyəti də kifayət qədər bu gün ağırdır. Bu gün çox reaksiyalar var, allergiyalar var, adi dərmanlara var. Fizioloji vəziyyətlə, fizioloji durumla asılı olaraq uşaq da, hamilədir və yaşlı insandır. Bunlar çox qeyri-adi reaksiyalar e, verə bilirlər verirlər. və verirlər. Bəli, Ona görə burada çox bəli, xüsusi yanaşmaq lazımdır. bəli. Çox sağ olun Fikriyə xanım. Suallar davam eləyim də oxuyum. Buyur. Fikriyə xanım, bir həkim yazır ki, sanum preparatlar var hansılarla bağırsağın silikli qişanı bərpa eləmək olar. Həkim yazır Bayaq ki, göstərdim axı, amma istərsiniz bir daha tapım görüm o hardadır. xanım, bu həkim həm də yazır ki, ə, deməli, soda 8,4%-lı professorun dediyinə görə xəstənin yaşı, yanaşı xəstəliklərdən asılı olaraq necə dozalanır? Yəni bikarbonatı Ya, soda e, 8,4. təbii ki, yenə dediyim kimi də yenə həmin fikrə bir də qayıdıram. Bu Bəli. insanın böyrəkləri nə cürdür? Bu Hı hı. insanın deməli bağırsaqları nə cürdür? Yanaşı gedən hansı xəstəliklər var? Təbii ki, belə təhlükəsiz olsun və deyək ki, bunları bilməyib yazmaq istəyirsinizsə, təbii ki, 10 ml-dən yaza bilərsiniz. 200 ml natri xlora, 10 ml bikarbonat, və yanında da deyək ki, bax bu yaşlı insandırsa, bax burada o kompozitum gedəcək. Burada hepar kompozitum bir dənə yazsın, bir dənə solidaqa kompozitum, bir də nuksvomika. Bax bu üçünü, ümumiyyətlə bu hətta bu məsəl üçün qocalığa da aid mən hər zaman profilaktika qocalığın, qəşəng qocalmaya aid Bəli. mühasibələr də demişim. Yəni bax orada elə də deyirəm. O daha yüksək dozada o baxır ki, yenə pasiyentin vəziyyətinə baxırıq.
Hə. Məsəl üçün Bəli. və biz bunu o xarici lektorlarında öyrənmişik. Orada hələ daha da çox dozalarda yazılır. Amma mən özüm şəxsən istifadə etdiyim dozaları deyirəm və adətən də biraz deyək ki, pasiyentin imkanı olmur hər zaman hər şeyi yoxlamağa. Mən onu yavaş-yavaş Bəli. artırıram. Birdən-birə məsəl üçün 40-ı yazmıram. O yazıram, sonra biraz zaman keçir, yəni ikinci, üçüncü sistemlərdə yavaş-yavaş 20-yə və s. və daha çox bu autoimmun xəstəliklərdə mən onu daha çox artırıram və bir də baxır ki, bu deyək ki, astmadırsa, hə, orada da ola bilər müəyyən qədər artıra bilirəm. Vəziyyətə baxıram, təzyiqinə baxıram, ürəyinə baxıram, böyrəyinə. Yəni hər bir çünki preparatı yazanda pasiyenti bütövlükdə qiymətləndirmək lazımdır. Onun tipini də, metabolik tipini də, onun hətta müalicəyə cavab verməyə görə də bizim pasiyentlərimiz axı çox fərqlənirlər. Fərqlənir. Hətta deyək ki, o Bəli. biolojunu da yazırsan, yəni bunun fərqli xüsusiyyətləri var. Hansısa daha tez cavab verir, hansısa yavaş cavab verir. Bəziləri kiçik dozadan görsən çox qəşəng, yəni deyək ki, həmin o 10 millilitrdən cavab verir. Yəni bunlar Bəli. hamısı ona görə bilirsiniz, bu pasiyentləri Bəli. müalicə etmək o akademik təbabətdəki kimi deyil. Bir tabletka var, üçə get, sonra baxarıq. Elə olmur burada. Pasiyentlə daim ünsiyyətdəsən, əlaqə saxlayırsan, pasiyent də geriyə dönür, suallarını verir. Yəni nəzarətdədir ki, bu ziyan vermədən yavaş-yavaş pilləli şəkildə müalicəmizi aparırıq. Hı. Çox sağ olun. Fikriyyə xanım, bir həkim soruşur. Soçek test, diabet, hipertoniya, allergiyalar, Soçek test. Soçek, hə, Soçek. Soçek, aha. Aha. Ə, Yəni bu diabet, hipertoniya, allergiyalar pasiyentlərə tövsiyə edirsiniz, yoxsa qan analiz var məsləhət görürsüz? Yəni inteqrativ müalicə metodlarında. Soçek diaqnostika üsuludur axı. Bəli. Hə, yəni nə qanda? Yəni qanda getsinlər təyin eləsinlər. Ağrı Yox, metallı. deyirlər, yəni həkim soruşur ki, soçek eləsin həstə, yoxsa getsin analiz versin qandan. Nə üçün? Ağır metal üçün. Yox, bunu yəqin ki, allergiya var da. Hərəsinin öz yeri var. O qanda, məsəl üçün biz allergik fonu araşdırmaq üçün bizim ən sadə analizimiz var. Nədir ki, immunoqoblin A və Y. Bunların nisbəti, əgər bu sırf allergik mənşəlidirsə, mütləq orada dəyişmə var. A azalacaq, Y çoxalacaq. Bu bir. Hı hı. Sonra belə deyək də, sonra ağır metallardan mən söylədim ki, soçeki yaxşı olar eləmək. Çünki biləsən ki, burada hansı ağır metallarının da yüklənmə var. Nədən bu immunoqoblin Y bu qədər artmışdı? Bu hardan gəlir? Axı bu gün ağır metallar, bax bütün o PubMed-də yazın, bax doktorlar zəhmət olmasa yazın. Yazın ağır metallar və arterial hipertenziya, ağır metallar neyrodegenerativ xəstəliklər, ağır metallar nə bilim bağırsaq, beyin oxunda rolu. O qədər ədəbiyyat var ki, sadəcə olaraq bax bu indi çox intensiv şəkildə inkişaf edir. Və buna müvafiq olaraq təbii ki, ağır metalların fonunu bilmək çox belə o da bir patogenezin bir necə də ki biz qədimdə deyirdik ki, oksidativ stres demək olar ki, bütün xəstəliklərin, xroniki xəstəliklərin patogenezində qeyri-spesifik patogenetik amildir. Akademik təbabətdə də burada antioksidantlar daim bütün xəstəliklərdə görürsən ki, yazılır və elmi işlər gedir, deyirlər ki, burada da yazaq, orada da yazaq. Bax, indi də mən sizə deyirəm ki, baxın, əgər o ədəbiyyata baxsaz, birazdan sadəcə olaraq bilirsiniz, o ağır metallardan təmizlənmə üsulları bugün akademik təbabətdə xelat terapiya vardı da. Çalışırlar onu çıxartsınlar toxumalardan. Bu da çox ağırdır və s. Amma digər, məsəl üçün, mən bilirəm ki, bağırsaq florasının pozulması ağır metalların toplanmasıdır. Çünki bağırsaq florasının orada elə mikroblar var ki, onlar bu ağır metalları belə deyək,
öz üzərində belə deyək hop durur, sonra çıxardır, yaxud belə deyək də absorpsiya edir. Bəziləri də var ki, ondan müəyyən reaksiya girərək onu bir formadan digər formaya, yəni zəhərli, çünki ağır metalların da müxtəlif duzları var. Müəyyən duzları deməli suda həll olunandır, müəyyən duzları həll olunmayandır, müəyyən duzlar toksikdir, çox toksikdir, hansısa az toksikdir və ən son ədəbiyyat onu göstərir ki, bağırsaqda olan mikroblar bu ağır metalları deməli bax belə dəyişdirə bilir. Onu e, elə bir xelat edə bilir də, onu özünə bağlayır və onun qana sorulmasını qabağına azaldır, yaxud onu daha ziyansız, daha zərərsiz formaya çevirir. Bunlar hamısı çox maraqlıdır, doğrudur və ona görə də biz də əsas bax nə deyirəm? Deyirəm ki, bağırsaq səviyyəsində işləmək lazımdır. Bağırsağın seyirli qisasının səviyyəsində işləmək lazımdır. Mən bilənə görə bu yaxınlarda bizim hörmətli doktorlar SIBO haqqında da eşitdilər. Yəni bu gün bağırsaq florasının dəyişməsi, baxın hansı sindromlar var. Birinci sindrom yüksək bağırsaq, dəlikli bağırsaq, yüksək bağırsaq keçirdiliyi sindromu aşkarlandı. O haqda yazdılar və buna da təsir etməyə deməli araşdırmalar gedir, nə cür hansı terapiyalar getsin və İkinci nədir? İndi deyirlər SIBO. SIBO nədir? Bu, yəni biz Sovet sistemində oxumuşuq, bizdə belə diaqnozlar yox idi və indi də nədənsə hələ bizdə tətbiq olunmur, amma xaricdə bu vardı. SIBO nədir? E, deməli, nəzik bağırsaqda həddən artıq bakteriyaların çoxalması. Yaxud sifo. Sifo nədir? Bayaq mən müəyyən qədər o haqda dedim. Dedim ki, e, dizbakterioz, yəni o nisbətin dəyişməsi allergiyalarda daha çox kandidaların, göbələklərin artmasıdır. Və sifo elə odur. Yəni nəzik bağırsaqda göbələklərin həddən artıq çox olması. Sonra bu ən son tədqiqatlarda da göstərilir ki, yoğun bağırsaqda deməli bakteriyaların çoxalması. Yəni bax, elm get-gedə bu bağırsaq məsələsi üzərində elə akademik təbabətdə buyurun, PubMed-də yazın, öyrənin, bilin. Yəni bax, bunlar hamısı təsdiqləyir ki, bağırsağı deyir o sağaltmadan heç bir xəstəlikdə uğurlu ola bilməzsən. Və biz artıq bu akademik təbabətdən bu tərəfə keçməliyik. Bunu yəni haçar patogenetik həlqələr var. Və biz onları düzəltmədən çox uğurlu ola bilmərik. Və bunları anlayaraq biz əsl patogenetik müalicələri apara bilirik və bir çox xəstəliklərdə, yəni bu bağırsaqda olan vəziyyətlər, dəyişmələr, Hipokrat nə demişdi? Hipokrat demişdi ki, bütün bağırsaq, bütün xəstəliklər bağırsaqda başlayır. Sadəcə olaraq bu gün bunu elmi səviyyədə sübutlarını ortalığa qoyurlar və ona görə də bax bu çox həyat tərzini diqqət yetirmək, qidalanmaya təsir edir. Beyin bağırsaq oxu, yəni stres də yenə bağırsağı korlayacaqdır. Yəni kifayət qədər mürəkkəbdir, amma yavaş-yavaş öyrəndikdə və inteqrativ təbabətdə olan mütəxəssisləri dinlədikdə mən düşünürəm ki, daha biliklər dərinləşəcək, hansaqlaşacaq və yavaş-yavaş yəni uğurlar da daha yüksək olacaqdır. İnşallah. Bəli. Çox sağ olun Fikriyə xanım. Fikriyə xanım, bir də sual gəldi. Bruselozun kəskin dövrdə sanum terapiya ilə müalicə eləmək mümkündür? Axı mən nə deyirəm? Mən deyirəm ki, biz həmişə xroniki xəstəliklərdən söhbət aparırıq. Bruseloz kifayət qədər bruseloz oldu da eləmi? Düz eşitdim. Bəli, bəli. Və bruseloz, ümumiyyətlə hər bir xroniki, belə, kəskin infeksion xəstəlik varsa, təbii ki, burada müəyyən qədər protokol üzrə işlənilməlidir yanında digər preparatlar. Burada nəyi tövsiyə edə bilərəm? Əgər
doktor bu tərəfində təbabətindən əlavə etmək istəyirsə, yəni kəskin dövründə burada vitamin C, paskarbin gedəcək. Bu bir mənalı, çox gözəl effektini verəcək və ikincisi də bağırsaq florasına burada təsir edən partakil, natakil və bu preparatlarda əlavə olaraq yanaşı gedə bilər. Sonra isə bu kəskin vəziyyətdən çıxandan sonra regenerasiya dövründə bir çox şeylər etmək olar. Hı hı. Çok sağ olun Fikriye Hanım. Fikriye Hanım, həkimlər sizə çox gözəl sözlər yazır, təşəkkür bildirirlər. E, Mən bir də həkim təşəkkür edirəm. Pis sabah əbimdən oxuyasınız. E, bir həkim yazır, şahanə bir mühazirədir. şahanə. E, Olduqca. da- Yox, o məndə eləmək təbabətdir. Sadəcə olaraq onun biraz o çalışıram sadələşdirib başa salım ki, həkim görsün ki, nə qədər bu təbabətdə o güclü ola bilir. İstər diaqnostikasında, istər müalicəsində. Diaqnostika deyə elə yenə də akademikdən gəlir. Amma müalicəsində nə qədər çox həm qərbin, həm şərqin bu günə qədər yaşamış, qalmış, effektivliyini sübuta yetirmiş müalicə üsulları çox bilərsinizsə, sonra da onları hansı kombinasiyada, hansı vəziyyətlərdə ustadlıqla istifadə etmək yavaş-yavaş gələcəkdir. İnanın ki, bax mən özüm də o yolla gedirəm və məni dinləyənlərə də çalışıram bunu belə öyrədim. Biz necə deyirlər, birlikdə bu yolu gedirik və inşallah ki, uğurlarımız get-gedə artır. uğur- İnşallah. Fikriyə xanım, məşhur bir həkim yazıb, Alkala asidoza görə yeganə daxilə qəbul edilən preparatdır. Hı hı. Yəni nə demək istəyir? Həkim yəqin ki, o asidoza qarşı, yəni Alkalanı təyin eləmək, necə qəbul eləmək, bəlkə biraz bundan məlumat istəyir həkim. Deməli, Alkala çox qüvvətli qələmləşdirici bir preparatdır və bir növ o kimyəvidir. Orada 3 dənə duz var. Natri bikarbonat, natri sitrat və e, biri bikarbonat, sitrat, biri də yadımdan çıxdı. Yəni o da 3 dənə duzlu bilirəm, kimyəvi duzlu və bunların üçünün birdən qəbulu çox mədə-bağırsaq traktı ilə də daxil olduqda, onun özünün balaca qaşığı da var yanında. Onun istifadəsi təbii ki, tez qələmləşdirir. Amma burada da onun kimyəvi olduğu üçün onun da ek göstərişləri var. Ek göstərişləri nədir? Və daha doğrusu göstərişi nə olacaq? Deyək ki, əgər pasiyentdə paralel olaraq reflüks var, hiperatid gastrit var və eroziv qastritdir. Yəni artıq daha doğrusu belə hiperatiddir, amma hələ eroziyalar yoxdur. Bax, Bəli. o zaman bu elə bir ki, həm əgər yadınıza düşürsə, biz akademik təbabətdə sodanın özünü, bikarbonatın özünü sistemli deməli asidoz, hiperasid qastritdə onu biz təyin edirik. Yerli deyək ki, bu almagil, reni və s. antiasidlər, amma sistemli üçün adi deməli bu sodada istifadə olunur, amma ondan da müəyyən qədər yəni dediyim kimi əgər hiperatsiddirsə, o zaman bu həm qana sorulacaq ümumi qələmləşdirməyə tərəf aparacaq, eyni zamanda da mədənin daxilində olan deməli turşunu, xlorid turşusunu azaltmış olacaqdır. Amma burada ek göstəriş nə olacaqdır? Əgər xora varsa biz bunu o xoranı Allah eləməmiş o biraz xora dərinləşə bilər. Ona görə bunu bildikdə onu təyin edə bilərik. Bir də kaliy bikarbonat indi yadıma düşdü. Kaliy Bəli. bikarbonat, çünki və kalidə əgər böyrək problemləri varsa, hamı bilir ki, böyrək problemlərində deyək böyrək çalışmamazlığı və s. varsa, hiperkalemiya var.
Və ona görə də bax bu zaman bu alkalan istifadəsi ilə də çox ehtiyatlı olmaq lazımdır. Belə bir də ki, onun orada o lakmus kağızı var da yanında. O Bəli, bəli. kağızı ilə hər zaman kontrol edilməlidir. Balaca da özünün qaşığı var. Yəni bunu təyin edən doktorla bunu şey eləmək olar. Yəni pasiyent, hər doktor başa salır ki, bunu necə istifadə eləsin. Bayaq dediyim kimi, hansısa müalicəni yazırıq, pasiyent əlaqə saxlayır ki, deyir, necə dəyişdi, sideyin pH-ı neçə gündən sonra dəyişdi, başlanğıcda hardaydı, sonra necə oldu. Yəni doktor nəzarətdə saxlayır bütün Bəli. dərmanların təyinatını. Fikriyə xanım, bir də çox sağ olun. Çox aktual bir mövzuya bugün toxundunuz. Çünki bahardır, hamı allergiya olub. Yəni çox sağ olun. Tamam. Həkimləri də çox sağ ol bildirirəm ki, onlar bu vaxt bizimlə. Hə, sağ olsunlar ki, bax belə otururlar, qulaq asırlar. Amma hər halda düşünürəm ki, necə deyərlər, bu əsl e, inteqrativ təbabəti sevənlər və hər zaman mükəmməl olmaq istəyən, biliklərini artıran doktorlardır. Mən də sizin dostunuzam. Allah hamıya can sağlığı versin, uğurlu günlər, can sağlığı. Hər şeyin xeyirlisindən, uğurlusundan təşəkkür edirəm. Yeni görüşlərədək. Elə xanım, siz də sağ olun və hər kəs kim kömək etdi bu gün mən bu mühazirəni oxumaq üçün hər kəsə Çox sağ olun. təşəkkürümü bildirirəm. Var olun, sağ olun. Çox sağ olun Fikriyə xanım. Sağ olun. Sağ olun.